Ha, buyur. Sən suallarım olacaqdı mənim. Mümkün varlığı mümkün edə bilməz. Ona görə zəruri varlıq, zəruri olan şey zəruridir, düzdür? Bu belə deyil. İlk mümkün varlığı mümkün edə bilmədiyini, yəni ilk mümkün varlıq var ha. Onu heç bir mümkün varlıq mümkün edə bilməyəcəyinə görə mümkün varlığı mümkün edən mümkün səbəblər silsiləsi zəruri varlığı zəruridir. Aydındır. Zəruri varlıq olması, yəni olmaması da eyni dərəcədə ehtimalla eyni deyil ki, olmaya da bilər. Xeyr. Heçlikdən varlığa keçid necə oldu onu da izah elə. Sən izah elə də bir şeyin başlanğıcından Mən deyirəm zəruri varlıq var. O hər şeyi var edib. Bir şey var idi ki, var edib. İndi sən izah elə görək. Əgər o bir şey yox idisə, necə var olub? Ya bu qənaət hardan gəldi? Nə soruşuram mən? Mümkün varlığın özünü araşdırıram. Bax, bu çox bəsitdir əslində. Ən bəsit məsələdir bu. Aydın deyim, mən bəsitliyini başa düşürəm, amma zəruri varlığa gedib çatmağı bir şey sonsuzdan başlaya bilməz axı deyirsən sən. Aha, daha qüvvətli ehtimaldır. Hardan bilirsən bunu sonsuzdan başlayan bir şey olmaz? Məsələn, bu riyaziyyatda belədir də. Gəl məntiqlə düşünək. Görək ki, bax, mən fərz elə ki, mən mümkün varlığam. Məni var edən mümkün varlıqlardır. Onu var edən mümkün varlıqlar. Onu var edən, onu var edən, onu var edən, onu var edən, onu var edən. Bu sonsuzluğa qədər getsə, bunun başlanğıcı yoxdur deməkdir. Düz? Big Bang deyə bilərik də buna başlanğıc kimi. Başlanğıcı varsa, mən dediyim argumenti deyirsən. Sən deyirsən ki, nə bilirsən sonsuzluqdan başlamayıb. Düz? Ya, sən zəruri varlığa bağlayırsan axı. Mən ikisinin də olub olmama ehtimalını görürəm. Qardaş, bax, zəruri varlığı qoydum qırağa. Mümkün varlıqdan danışıram. Mümkün varlıq, 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 mümkün varlıq. Bu sonsuzluğa qədər gedə bilər. Gedə bilməz. Əhsən. Başlanğıcı olmalıdır mütləq. 100% ki olmalıdır. Tamam. İndi bu başlanğıc ya nəyinsə təsiri ilə başlayıb, ya da heçlikdən olub. Düz? Aydındır ha. İndi sual. Əgər zəruri varlıq yoxdursa, yəni təsir edən yoxdursa, onda heçlikdən varlığa keçid necə olub? Mənə sən yox ha. Bir nəfər izah eləsin. Yox, mən yox. Mən deyə bilərəm ki, onu zəruri varlıq Big Bang ola bilər. Həmin o faktlar. Big Bang'in özün, bax, ola bilməz. Niyə ola bilməz? Çünki zəruri varlıq özü, deyim niyə ola bilməz? Buyur. Çünki zəruri varlıq özü elə bir şey olmalıdır ki, o təsir edə bilsin. Yəni onun iradəsi olsun, qüdrəti olsun. Big Bang'in nəyi var? İradəsi mi var, qüdrəti mi var? Və bu bir, ikincidə biz Big Bang partlayışını bugünkü günümüzlə müşahidə edərək kainatdakı genişlənmənin əsasından ortaya çıxardırıq. Big Bang öz-özlüyündə şuur sahibi deyil, hikmət sahibi deyil, təfəkkür sahibi deyil, iradə ilə qərar verə bilmir, nə bilim, qüdrəti yoxdur, nəfsi yoxdur və digər də indi bu şeyləri yoxdur. Big Bang öz-özlüyündə bir varlıq kateqoriyasına ontoloji statusu olaraq girir. Real bir mövcudluq deyil, həyat sahibi deyil. Big Bang partlayışdır. Yəni nədənsə təsir, bax, qulaq az üzr istəyirəm. Şarın içini hava ilə doldurursan, dolur, o partlayır. Big Bang o partlayışın adıdır. Yəni sən Big Bang'in özün zəruri varlıq adlandıra bilmərsən. Çünki onun özü belə nəyinsə təsiri ilə mövcud olur. Yaxşı, zəruri varlığı qoymuşuq axı bir qırağa. Elə yaşaya bilərik də, yəni elə ola bilər. Axı ola bilmir. Niyə ola bilmir? Çünki yəni, biz bu Allah günləri... lazımdır da, Tanrı lazımdır ki, orada olsun. Bəli, mütləq lazımdır. Çünki bir yaradıcının olmasını inkar etmək ağıl inayət edir ki, mümkün deyil. Yaradıcının olmaması mümkün deyil yəni. Mümkün deyil, belə bir ehtimal yoxdur. Yəni məntiq sahibi heç bir kəs deyə bilməz ki, yaradıcı yoxdur. Bir adam desə ki, yaradıcı yoxdur, o adamda məntiq yoxdur. Çünki məntiqi argument var ortada və o adama açıq-aşkar real olaraq 2 + 2 = 4 deyir ki, 5'dir. Yox. Bunu qoydum qırağa. Məntiqlə məncə əlaqəsi yoxdur. O biraz çətin olar onu qəbullanmaq ki, bir tanrı yoxdur. Mən boşu-boşuna yaşayıram. Qardaşım, belə düşün də, mən sənə gətirdiyim argument məntiqli deyil. Onda dediyin məntiqsiz olur. Amma insan məntiqsiz olmur. Düşündüyü şey məntiqlidir, amma vəziyyət məntiqsizdir. Mənasızdır. Məntiqə bağlamaq üçün iminli tanrı olmalıdır da, yəni onu demək. Okey. İkinci bir məsələ, mənanın itməsi. Bunu necə izah eləmək olar? Həyatda yaşamaq. Olur. Hə, mənanın, məsələn, biz ona görə deyirik ki, din struktur olaraq insan həyatına məna qatır. Hətta məna qatan tək şeydir. Niyə? Çünki ölümdən sonra həyat var, mənim bir yaradıcım var, mənim həyatda praktiki tədqiqatlarımda
əməl etdiyim dini praktikə ayinlər var. Yəni bu mənim həyatıma nəsə qatır da. Bunları qoydum qırağa. Məna nədir? Öldün, hər şey bitir. Nə mənası var bu dünyada? Bunu qəbul etmək çətindir. Məntiqsiz deyil, amma çox çətindir. Mən deyərdim məntiqsizdir qardaş. Mən deyərdim dini inkar eləmək yox, yaradıcını inkar eləmək məntiqsizdir. Çünki məntiqi argument, bax, 2 + 2 bərabərdir, 4 deyil, 5'dir cavab deyən adam məntiqsiz adamdır da, düzdür? Məntiqsizdir, hə. Eyni anda savadsızdır. Amma biz savada müzakirə eləmirik. Hələ savadı qoyaq qırağa, amma məntiq yoxdur bu adamda. Məsələ də burasındadır ki, Məncə Tanrı varsa bilimin üstündədir. Onu yəni bilimlə açıqlayan mərik. Çünki ortada inanc söhbəti var axı. Əgər bilmək olsaydı, o olardı elm, rahat bilərdi. İnanc söhbəti biraz biz məncə. yaradıcının varlığını, yox, bax, indi burada fərqli bir məsələ var. Bizə ümumiyyətlə bir şeyin varlığını təsdiq edən amillər yalnız praktiki elmlərdirmi? Xeyr, belə deyil. Biz bu günlərim ağılla bir çox şeyin varlığını təsdiq edirik. Misal üçün, əxlaq var, bəli var. Əxlaqın varlığını biz laboratoriya salıb yoxlaya bilirik, ölçə bilirik. Yox, heç birini eləyə bilmirik. Amma əxlaqın varlığını təsdiq edirik. Zehni olaraq bu mövcuddur. Məsələ də bundan ibarətdir ki, biz deyirik ki, baxın, bu mövcudluq ki, necə ki var və biz bunun həqiqətini təsdiq edirik. Niyə də Allahın varlığı bu cür mövcudluq olmasın? Niyə əxlaqın varlığına biz elmi dəlil axtarmırıq, amma Allahın varlığına elmi dəlil Mən axtarırıq? axtarım da, mən sənə deyim elə. Buyur. Bax, məsələn, biz əxlaqsız yaşasaq, bu bizim üçün təhlükədir, axı biz həyatda qalmalıyıq. Amma Bax, sən əxlaqın varlığını özünü izah elə. Sən əxlaqın özünü izah elə mənə. Əxlaqsız yaşasaq, əxlaqlı yaşasaq başqa şeydir. Əxlaqın özünü. Məsələn, təsbih var. Bax, təsbih var. belə formalaşır da, indi ona uyğun yaşamaq lazımdır. Gözəl Məncə. qardaşım, bax, məsələ nədir? Allahın varlığını isbat etmək üçün, bunun varlığını isbat etmək üçün necə kateqoriyalar lazımdırsa, Allahın varlığını isbat eləmək üçün lazım olan kateqoriyaları da bundan çərçivələndirirlər. Amma mən deyirəm ki, bax, məsələ belə deyil. Məsələ burasındadır ki, məsələn, bunun varlığını, bəli, təsdiq edən hiss orqanlarımız var, bədən üzvlərimiz var, nə bilim, əqlimiz, şuurumuz var, gözümüzlə müşahidə edirik və s. Amma varlığı həqiqət olan, amma bu cürünə, yəni bax, bunun əlimdə mövcud olduğu kimi mövcud olmayan şeylər var. Məsəl üçün, əxlaq. Ramil, bir dənə üzr istəyirəm, Ramil mənim yazıb ki, malala müntəz. Ramil mənimi qaldırın da yuxarı. Ramil mənim vardasan? Məşhur filosof Ramin bəy. Qalxın yuxarı bir dənə. Hə, başqa sualın qardaş. Başqa sual varımdır. İndi Tanrı var. Aha. Və dində bayaqlarda söhbət düşüşür, baxırdım canlıya, dua söhbəti gəldi. Dediniz ki, ən yaxşı olanını seçib Tanrı sizə verir. Onda dua belə çıxır ki, var da. Dua qəbul olunur. Bəli, dualar var, mövcuddur və qəbul olunur. İndi belə bir şey var. 2+2=5 eləmir axı demişdiniz. Fizikada da belə bir şey var. Fizikada yox, bu dinimizdə də var ki, Tanrı məkandan və cismdən asılı deyil də. Bəli. Müneccəh. Axı zamandan və məkandan müneccəh olan bir şey, əgər o zamanın içinə daxil olursa, deməli o zamandan və məkandan asılı olmuş olur. Düzdür? Bəli. Zamandan və məkandan asılı olmadığı yazılıb axı dində. Tamam. Müdaxilə elə daxil. Müdaxilə edirsə bu necə olur? Müdaxilə elədi, yoxsa sən bax cümləni özün qurub özün özünü təşkil elədin. Sən dedin Təşkil ki, eləmədim. gəl görək elədin ya yoxdur, bir dayan da, tələsmə. Sən dedin ki, yaradıcı var, bax diqqət elə. Dedin yaradıcı var və İslama görə yaradıcı zamandan və məkandan münezzəhdir. Bəli, elədir. Sonra da dedin ki, əgər zamana və məkanın daxilinə girsə, o zaman Tanrı ondan məhdudlaşacaq, düzdür? Bəli. Mən də bunu təsdiq elədim. Sonra sən də aydın dedin ki, zamana və məkana, yəni yaşadığımız dünyaya müdaxilə edirsə, bu Tanrının zamandan və məkandan münezzəh sifətinə ziddirmi? Xeyr, deyil. Niyə deyil? Müdaxilə etmək üçün mütləq onun içinə girməlidir. Yəni zamandan asılı olmalıdır, bəli. Sən belə düşünürsən. Sən əgər, bax, bugün indi icazə ver, izah edeyim. Sənin baxış prizmava görə sən bir zamanın daxilində mövcudluqsan və ona tabesən. Amma Tanrı, yəni
Amma yaradıcı zamandan xarici olduğuna görə Tanrının zaman daxilində bir iş icra etməsi ona daxil olması mənasını vermir. Tanrı üçün keçmiş, gələcək, indi anlayışları yoxdur. Yəni zaman anlayışı yoxdur. Tanrı üçün Tanrı bir şeyin baş verməsini oturub gözləmir. Tanrı üçün zaman perspektivi sənin baxış tərzində olduğu kimi deyil. Müntəzir şeyxlərə salamlayır aşağıdan. Aleyküm salam. Kimin salamını görmürəmsə hamını salamlayıram. Mesaj çoxdur, adam çoxdur, üzürlü biləsiniz. Yəni ki, qardaş, Tanrı, Allahın məkana və zamana daxil olaraq ora müdaxilə etməsi kimi bir zərurəti yoxdur. Allah Əzzə və Cəl zamandan məkandan münezzəhdir. Zaman və məkan daxilində baş verən prosesi də öz sonsuz, əbədi və əzəli olan qüdrətilə icra eləyir. Zid gəlir məncə bu. Dediyinizi başa düşürəm, amma məni qane eləm. Ola bilər qane eləməsin. Mən sənə nümunə vurum, başa düş görüm belə, bəlkə sənin üçün daha... Misal üçün, bax, mən sabahlarım saat günəşin neçədə çıxıb neçədə batacağını bugünkü gün fizikalist əsaslarla bilə bilərəm də, düzdür. Amma günəş hal-hazırda çıxmayıb. Mən götürdüm, yazdım ki, 16:30-da gün çıxacaq. İndi 16:30-da günün çıxdığını mənim oraya yazmağım, günəşin 16:30-da çıxmasını məcbur etmiş olur. Yoxsa günəşin 30-da o vaxtda çıxacağını bildiyim... Tanrı bizim nə eləyəcəyimizi əvvəlcədən bilirmiş də. Tanrı hər gün hal-hazırda çıxmayıb. İndi mən bunu bura yazdığım üçün günəş məcbur qalır, çıxır. Baxın indi. Sizi bir dənə... Yoxsa mən bildiyim üçün yazmış olurum. Bizi başa düşdüm, mən ona bir söz demirəm. İndi baxın mənə. Mən deyirəm əvvəl. Tanrı bizi əvvəlcədən nə olacağımızı bilib. Yəni mənim əvvəlimi nə olacağını bilib. Bu Tanrının zamanı mən... Şövqdən düz istəyirəm qardaş, haqqı var. Qardaşlar, burada bu bəzi qardaşlar atır. Bir jetonluq Benisev hədiyyəsi var. Bizim yayımı aylardır, bir aydan çoxdur yayım açmırıq. Ondan bir dənə hamı varsa bir jetondur, bir dənə hamı atsın da deyir burada bax, Benisev hədiyyəsi var. Bizə takip atandan sonra onu atın da zəhmət olmasa. Buyur dəyərli qardaş, səni dinləyirəm. Baxın, mən əvvəl sözün deyəndə, yəni özümü zamanda tutub deyirəm. Tanrını yox, mənim əvvəlcədən nə olacağımı bilirmiş Tanrı, düz. Və buna görə də məni həyata gətirib, buna görə də məni cəzalandırır. Kim onsuz da bilirdi mən cəhənnəmə gedəcəm. Onsuz da bilirdi mən cənnətə gedəcəm. Tamam, izah vereyim. Dünyası olur bəs. Tamam, izah vereyim. Tanrının bu şeyləri bilməsinin səbəbi sənin bu şeyləri edəcək olmağındır. Yəni Tanrı İzah qane eləmədi mən. Nə oldu? Hər vaxtın xeyir. Eşidirsən mi, gözəl qardaş? Buyur. Bax, Allah Əzzə və Cəlin bir şeyləri bilməsinin səbəbi sənin o şeyləri edəcək olmağındır. Bax, diqqətin məndə olsun, indi nə demək istədiyimi sənə izah edəcəm. Cavab bu cür deyil ki, Allah bildiyi üçün biz məcbur qalıb edirik. Bax, diqqətlə qulaq assan əslə oturacaq hər şey. Allahın bu şeyləri... Onlar, bax, biz nə dedik başda? Allah zamana tabe deyil, düz? Düzdür. Okay. Zaman daxilində deyilsə, Allah üçün keçmiş, gələcək, əvvəl, sonra anlayışları yoxdur. Allah hər şeyi əvvəldən bilirdi demək doğru cümlə deyil. Allah hər şeyi biləndir demək doğru cümlədir. İndi gəlirəm məsələnin ikinci hissəsinə. Allahın hər şeyi bilməsi bizləri nəyəsə məcbur edirmi, ya yox? Xeyr, etmir. Niyə görə etmir? Çünki Allahın o şeyi bilməsinin səbəbi, bax, səbəbi mənim onu edəcək olmağımdır. Aydın? Yəni mən onu edəcəkdim deyə Allah onu bilir. Allah bildiyi üçün mən etmirəm. Ya, başa düşdüm burasını. Aydındır. Bunları hamısı Allah biləndir axı. Bunların hamısını bilir. Mənim cəhənnəmə getmiş olacağımı da bilir məsələn. Amma məni yenə də yaradıb. Bu necə imtahan dünyası olur? Okay. Gəlirəm o Mən marağı məsələ. üçün yaradıb da belə demək olar. Şarkı sən məsələyə müəyyən bir zaman çərçivəsinin içində olduğun üçün məsələyə orada baxa bilirsən ki, bax mən doğulmuşam, yaşayıram, ömrü sürürəm, ölürəm. Bütün insanlar belə. Sən məsələni, hamı, mən də beləyəm. Bəli, mən də beləyəm də. Yəni mən bundan razıyam ki, hamımız beləyik. Ona görə də biz bu məsələdə biraz çətinlik yaşayırıq ki, Allah məni bir vaxt yaratdı, bax bir vaxt yaratdı, mən yaşadım, öldüm və cəhənnəmə getdim. Bax zaman prosesi oldu, düz?
Bəli. Axı biz ən başda bunu həll edirik. Biz ən başda deyirik ki, Allah Əzzə və Cəl bax bu zaman prosesinin xaricindədir. Yəni Allah səni iminli deyanda belə mən şövqünü yaradım. Fırlatdı saldı belə davay 40 il yaşasın sonra da cəhənnəmə getsin. Davay oturdu belə gözlədi. Hə, milyard illər proseslər davam elədi, proseslər baş verdi, edilərdi. Şövqü gəldi dünyaya, günah işlədi, getsə. Ya belə deyil məsələlər qardaşım. Allah bu şeylər üçün oturub nəyisə gözləmir. Allah üçün zaman anlayışı yoxdur. Allah səni bu gün etdiyin iradənlə seçimlərə məcbur etmir. Sən öz seçimləri edirsən. Allahın səni yaratması belə müəyyən bir sabit qanun uyğunluq çərçivəsində olur. Sənin valideynlərin olmasaydı sən olmayacaqdın. Sənin oksigenin olmasaydı sən olmayacaqdın. Sənin mahiyyətin olmasaydı sən olmayacaqdın. Sənin ürəyin olmasaydı sən yəni nə etməyə çalışıram? Sənin var oluşun üçün belə milyardlarla səbəblər cəm olub. Bunların hamısı müəyyən bir qanun uyğunluq və müəyyən bir proseslə davam eləyib. Günümüzdə də sən varsan, zaman içində yaşayırsan, öləsən və öz əməllərinin təcəssümü olaraq cənnət və ya cəhənnəmə gedəsən. Bunun da səbəbkarı, məsuliyyəti Allah olmayacaq. Bilirsən niyə? Çünki yaşadığın ömürdə zamanın daxilində seçimlər özün etmiş olacaqsan. Allah səni heç nəyə məcbur etməyib. Hətta daha şiddətlisi bilirsən nədir? Allah səni zaman daxilində seçim edəsən deyə, daha doğru seçim edəsən deyə, sənə bir din göndərib. Rəsullar, imamlar göndərib ki, sən seçimi edəndə belə doğrusunu edəsən. Aydın? Aydındır, başa düşürəm. Ram mənim salam. Salam, necəsən? Nərdəsiz? Təəssüf Sağ ol. axşamlar çox danışan bilirəm. Bir dənə sual vermək istəyirəm ki, dinin epistemoloji qaynağı nədir? Dinin epistemoloji, yəni bilgi qaynağı. Bəli. Dini bilgi qaynağı. Baxın dinin hansı strukturunu soruşursunuz. Ümumiyyətlə, İslamı götürməyin, Qurandan danışın. Ümumiyyətlə, dinin epistemoloji qaynağı nədir, konkret? Tamam, icazə verirsiniz, danışım. Bir dənə sözdür, yəni başqa danışmağa ehtiyac yoxdur. Bir dənə söz deyil, xeyr. Kim deyibsə bir dənə sözdür, yalan deyib, sizi alladım. Onlar cavab verin. Buyur. Baxın, əgər hədis elmindən danışırsınızsa, oradakı bilgini əldə eləmək üçün başqa kitablara və ya müasir alimlərə və ya qədim alimlərə. Əgər söhbət Qurandan gedirsə, Quran üçün bilgi qaynağı Allah Əzzə və Cəldir, yəni Tanrıdır, yaradıcıdır. Əgər söhbət, nə bilim, kəlam elmindən gedirsə. Ay müntəzir, qulaq kəsi. Epistemologiya bilginin qaynağıdır, bax. Məsələn, elmdə bilginin qaynağı məlumatdır, metoddur, digər yəni dinin epistemoloji qaynağı nədir demək? Fərqli görünməyə çalışmaq üçün istifadə olunan bir sözlər. İslam dinindən danışırsan. Ən təməl budur. Sokrat deyir ki, məsələn, bir şey cavab ver. Sən İslam dinindən danışırsansa, hardan deyirsən? Azar, mən müntəzirlə danışıram, qardaş. Mən səninlə danışmıram. Azar, bir dənə qardaş. Dinin mənə imkan verir, cavab verəmədir. Dinin epistemoloji qaynağı imandır, bilik deyil. Bunu qəbul edirsən? Eləmirəm, xeyr. Onda Əzrailin 600 dənə qanadı mənə bir ilə göstər görüm. Əzrailin 600 dənə qanadı harada var? Deyin, baxaq da. Səhih Buxarı 3232-dir. Səhih Buxarı səhih kitab deyilmi? Onda Quranda mələyin 204 qanadı var. Harada gəlir ayədə, deyin də. Quranda, bilmirsən sən Hansı ayə? Hansı ayədir? Bax, standart sual deyə. Ayəni soruşuram, cavab ver. Baba, ayəni soruşuram, cavab bilirsən nədir? Cavab bilirsən nədir? Sən bilmirsən Quranı. Mən bilirəm Quranı. Mən bilirəm. Sən bilmirsən. Yəni denə, Quranda mələyin 3 dənə, 4 dənə qanadı var, yoxsa yoxdur? Bilmirəm, bax. Var, bəli. Hansı ayədir? Ayəni bilmirəm. Deməli, siz bu barədə məlumat sahibi deyilsinizsə, bu barədə danışmasınız. Yox, deyirəm, ayənin nömrəsini bilmirəm, amma ayə var. O, yox, xahiş eləm, biz üçün baxın canım da. Gördün? Sən mələyin qanadı biri ilə sübut eləyənməsən, inana bilərsən. Deməli, dini epistemoloji inandır. Mən Musa Aleyhisselamın dənizi çiçək yarmasını belə, əsasının əcdahaya çevrilməsinin belə epistemoloji ispat edirəm. Yunusun balığın qarnındakı mənə bili ilə göstər görüm mən. Bili ilə yox, deyirəm epistemoloji əsasdan ispat edir. Bax, qulaq as. İman deyil, açı, bunun nəqli əsası var, Nəqil bilik deyil, əqli əsası bilikdir. Bəli, nəqli tamamilə. Nəqil bilik deyil.
İndi Nəql sən nağıldır, hekayədir Tamam. qardaşım. Hocam Mən elə çox eləyək. 5 danışım dəqiqə sən düşün. Hə. ha şu danış. Hə, Ya buyur. sonra da mənə Hə, danışın. danışıram, Amma danışıram. düşmə sonra. Hə. Düşmə sonra. Hə, yox, bax, Quranda fəlsəfə yoxdur. Peyğəmbər nə demək fəlsəfə ilə məşğul ol, nə bir əqli nəticə yoxdur. Qardaş, deyir ki, mənə vəhiy gəldi. Vəhyin mexanizmi yoxdur. Yəni burada heç bir bilik yoxdur. Çünki sənə sorsan, vəhyin mexanizmi açıqla bilsən. Və İslam'a düşməyin şərti və yaxud da müsəlman olan şərt nədir? Əşhədü ənə la ilahə illallah. Düzdürmü bax? Bu mən danışım. Mən müşahidə edirəm və yaxud da şahid Danışdım. oluram ki, Allahdan başqa nə layiq məbud yoxdur peyğəmbərə. Mən sənə soruşuram, sən necə müşahidə edirsən? Yəni şeylə yox ha, real olaraq necə müşahidə? Yəni deməli bunun qaynağında ancaq inan var. Deyək ki, iman var da, yəni əminlik var, nə var? Qardaş, dinin təməlində epistemologiyasında bilik yoxdur. Əgər bilik olsaydı, sən Bağlamadı, də yoxlayanda o nəticə gəldi. Hindistandakı Krishnada şuuru yoxlayanda bilərdi Allah var. Buddhist də yoxlayanda görərdi Allah var. Deməli, sənin hekayen kimi dünyada çox hekayə çoxdur. Bu yalnız imandır. Denən iman eləyirəm, bu başqa məsələ. Amma burada fəlsəfəni gətirir. Dində fəlsəfə yoxdur qardaş. Dində fəlsəfə, dini örtbasdır eləməklə məşğuldur. Nə Quranda fəlsəfə var ki, nə bilim, əqli nəticə var. Mənə Qurandan da əqli nəticə göstərərlər bir dənə. Bitirdin? Bəli, bəli. Tamam, təşəkkür edirəm. İndi mənim sizi dinlədiyim kimi siz də məni dinləyin. Birinci növbədə bu sizin ateist, cılız ateist təfəkkürünüzün səfsətələridir. Bunların hamısını özünüzdə saxlayın. Hamısını paket qoyun bizə. Şəxsi müzakirə eləmə, şəxsi fikir müzakirə. Mən ümumi dedim. Yo, deyirəm ateist təfəkkür, cılız ateist təfəkkürünüz. Zəm danışıram. Ateizmin cılız təfəkkürüdür bu. Şəxsüvünenlə mən Yox, səni. mən düşürəm. Səndə ateizm var. Mən sual verirəm, sənə ateizm. İcazə ver, cavab verim də. Hara qaçma, qoy cavabı. Qaçma, cavab verirəm. Kim qaçır? Sən nömrəni verirəm, sana görüşək. Sən tanımsan, mən bir yerdə görüşmüşük. Elə danışsan ki. Yox, mən səninlə niyə görüşüm? Mən görüşmə işinə baxmıram. Otur çay içəndə söhbət eləyərik. Problem deyil, onu da eləyərik. Amma icazə verin, indi burada danışaq da. Birinci növbədə, Quran deyirsiniz ki, İslam dinində fəlsəfə yoxdur. Bu da səfsətədir, danışdığımız səfsətədir. Xətrimizə dəyməsin. Yox, şiəlikdə var ha. Şiəlikdə var. Rahməlim, mən sizi dinləmişdim, ey dəyərli filosofumuz. Ey dəyərli şəxsiyyətimiz, ey hikmətə bağlı və eşqi ilə, məhəbbəti ilə uca eşqi olan Ramin müəllim. İcazə verin danışım. Təşəkkürlər. İslam dinində kimdir deyir fəlsəfə yoxdur və s. Birincisi xəta edirsiniz. Nəinki şiəlikdə. Qazali şiə değildi. Amma ən böyük İslam filosoflarından biriydi. Bu günlərim İslam filosofları, qərb filosofları ümumiyyətlə fəlsəfi olaraq fəlsəfə sözünün özünün belə dərin təfsilatını İslamla sintez eləyəndə siz belə eləyirsiniz ki, İslamda belə bir şey yox. Xəta eləyirsiniz qardaş. Fəlsəfə sözünün özünə baxdıqda belə İslam ondan qeyri bir şeydən danışmır ki. Hikmətdən danışır, hikmətə olan məhəbbət və eşqdən danışır. İslam elə insanı düşünməyə sövq eləyir, düşündürtməyə sövq eləyir. Gəlirəm ikinci məsələyə. Deyirsiniz ki, dinin epistemoloji, ümumiyyətlə bu cür məsələ, dinin bilgisinin əsası nədir? Bax, din demək yalnız Quran demək deyil. Din demək yalnız hədis demək deyil. Din o qədər hegemon və böyük bir strukturdur ki, siz heç bunun zəlləsindən bilmirsiniz. Siz TikTok'dan qeyri-din bilmirsiniz, qardaş. Din, bu günlərim dində ulumul Quran var, Quran elmləri var. Tonlarla bu barədə ustadlar var ki, dərs tədris edirlər. Azərbaycan İlahiyyat İnstitutunda 75-dən çox din fakültəsi var, qardaş. Sən nə danışırsan? Bu günlərim o din fakültəsinin hər birinin insanlara, tələbələrə ötürdüyü... Sual ətrafında danışır, Bakı dövlətdə nə var? Tələbələrə ötürdüyü bilgi var, epistemoloji. Qardaş, mənim bax, siz Rahman, mikrofonunuzu bağlayacağım. Çox üzr istəyirəm bunu etdiyim üçün, amma susmalısınız. Çünki mən yəni bu ateistlərlə lənətdən qulaq as. Rahman, bu danışım bitirim. Özünü deyim sal aşağı. Bunu sinir sallam aşağı. Rahman, burada susasız və dinləyin də, xahiş edin. Mən sizi dinlədim, hörmət qoydum, böyüksüz, yaşınız çoxdur. İcazə verin danışım. Bu günlərin bir misal X bir alim 35-dən çox tələbəyə bilgi ötürür. Bilgi. Bax, epsəsi də Əl-Babu Hadu Əşər, Əllamə Hilli qədim alimlərdən biridir. Kəlam kitabıdır bu günlərim. Mən bu bilginin əsasını Əllamə Hillidən əsas götürürəm. İndi burada mənə deyəsən ki, bunun əsası imandır. Xeyr, Əllamə Hilli imandan danışmır burada. Əllamə Hilli əqildən danışır. İnancın
Məntiq üzərində quruluşundan danışır. İbn Sina imandan danışmır deyə. İbn Sina'nın girin kitablarını oxuyun görün iman üzərində qurub hər şeyi. İbn Sina'nın hər şeyi qurduğu şeylər sadəcə məntiq üzərində olub. Qardaş Qazali hər şeyi məntiq üzərində qurub. Əllamə Hilli gedin Əllamə Təbətabai belə Quranın metodikasını, yəni təfsir metodikasını adam Quran təfsir edib kişi. Təfsir əl-Mizan. Adam təfsir etdiyi Quranı belə iman və inanc üzərində yox, məntiq üzərində qurur. Təfsir el-Numunəni Məkarim Şirazinin girin təfsir el-Numunəsi var, müasir təfsirlərdən biridir. Adam dənizin ikiye ayrılmasının məntiqi izahlarını verir. Sən bu gün onları oxumamısan, gəlmişsən bura mən iman. Buyur izah elə də. Arkadaş mən ömrümüz... İzah elə də, ağada. Delfinin qarnında insan yaşanmasını məntiqlə izah elə mənə. Quranda delfini göstər. İzah elə də mənə. Nə izah elə? Mən sədrəm daş yerə düşür. Bax, qulaq az. Adam bir şey danışdan Qəzali İslamdır. Qurandan danışır. Peyğəmbərdən danışır. Qəzali fəlsəfəni gətirib yapışdırıb orada. Həyəcandan cümlələrimizi başa düşə bilmirəm. Yox, həyəcan, qışqırmaq məntiqdə xəta deyil, nə də əxlaqsızlıq xəta deyil. Yox, debatda əxlaqsızlıqdır axı. Müntəzir, kompüteri aç qardaşım, səbirli ol, narahat olma. Aç bir dənə. Yox, Raməlim, ay Ramən. Quranda delfinin qarnına kim girib? Mən izah edin, hansı ayədir? Yunus delfinin balığın qarnında yaşayıb, balığın da. Delfin, balıq hansı balıqdır? Delfinə Yunus deyirlər də, türklər, ona görə dedim. Yox, Peyğəmbərin adıdır Yunus. Bəli, Yunus Peyğəmbər. Ay Müntəzir, bunu bilgi ilə necə göstərə bilər? Ay Rami, sualın bu olmadı, Quranda fəlsəfəni göstər, qardaş. Səbirli olun da, niyə bir-birinizi tanıyan adam? Yox, deyirəm, bax, sualım bu idi. Bax, deyim, düşürəm. Bəs sizin kitabdan din öyrəndiniz. Danışam. Mən fəlsəfə təhsilim var, sən fəlsəfə təhsili hardan almışsan? Qardaş, ay qardaş. Sən fəlsəfi təhsilin var. Harda almışsan diplomu göstər. Ya mən sənin fəlsəfi təhsilin var ya. Allah şahiddir. Bu kitabın arxa vərəqində yazılan təqdimat var. Təbriz Qasımovun yazdı. 10 qədər deyil. Təbrizi mən Facebook'a yığıb sürüyürəm. Dindarları yığıb fəlsəfə akademiyası təşkil edib. Gir Facebook'a. Amma Təbriz çox oxuyan insandır. Yox, Təbriz çox mütaliə insandır. Və Təbriz buradakı ateistlərdən çox bilir. Onu mən bilirəm. Biz mütaliə zad eləmirik. Bir dənə mütaliəni siz eləmişsiniz. İkinci Samir Firdovsi oğludur. O da. Müntəzir, eşitirsən məxalı olur. Haydi. Bir dənə qardaşımsın. Tur surəsi 35-ci ayəni aç. Yəni mənasızdır. Quranla dəlil demir, verək də dəlil. Problem nədir ki? Fəlsəfə axtarmır. Mən yenə sakit danışıram. Tamam, xahiş edirəm. Səbirli ol, ayələr dinlə, quzu kimsərəm. Vaxtım yoxdur. Mən gecə ondan sonra danışa bilmirəm. Onu da məcbur özü danışdım. Demək istəyirəm ki, bax, bir dənə sözüm deyim. Nə qulağa, çox yox. 2 dəqiqə qal. Sonra sağ ol. Ey iman edənlər, qardaş, ey sorğulayıb, düşünüb tapanlar. Belə bir şey yoxdur, qardaşım. Ay Rami. Qadamam, illərlə tanıyırıq bir-birimizi. Bir-birimizə hörmətsizliyimiz olmuyor. Xahiş edirəm də, Pabratski. 2 dəqiqə qal da, xahiş edirəm sən. Bir dənə Tur 35 oxu, qardaş. Tur surəsi 35-ci ayə. Bəlkə onlar öz-özünə yaranıblar. Yaxud onlar yaradanlardır. Sual verir Allah Azze ve Celle. Ha, bu bax, diqqət edin. Fəlsəfi sualdır yoxsa yox? Gəl girək də. Sual deyə mexanizm yoxdur ortada, amma elm deyəndə tapır ki, Big Bang var, o var, elm o Big Bang var ki, Big Bang'dən əvvəl nə var idi? Əsrlərlə hələ də tapır. Mexanizm yoxdur, bu bilik deyil. Mexanizm yoxdursa, bilik deyil. Bir dəqiqə, sən ay qardaş. 2020 deyirlər yer kürəsi ölçüsünün üstündədir. Bu bilikdir, mifologiyadır da qardaşım. Ay qardaş, bir dəqiqə sən Qurandan danışırsan, indi qaçırsan kiminsə sözünü. Niyə aciz deyirsən? Səbirli ol da. Sən dedin ki... İnancı deyirəm. Dili ilə inancı müqayisə edirəm. Ay Rami, səbirli ol da. Sən iddia elədin ki, Quranda fəlsəfə yoxdur. Bu sual, fəlsəfi sualdır yoxsa yox, vicdanla. Hansı sual? Həmin ayəti sənə oxudu. Sən bir dənə də ayət gətirim ki, sənin teoloji dəlil. Qurağa, bax o mən sənə deyim, qardaş, mən fəlsəfə adamıyam. Fəlsəfə nə bilim hikmət haqqındadır, nə bilim müdriklər. Fəlsəfə əsas bilik haqqında elmdir, düşüncə haqqında elmdir. Bunu hikmətə bağlayıb, sofistik ilə dini gətirib. Ay qardaş, elm dediyin... Bax, cavab verirəm. Ay balon başına dönüm. Big Bang dediyi
Big Bang dediyi o da bir elm Hə. adı qoyulub və o elm ki Elm alı qoymayıb. Qardaş təkamüllü Big Bang bura elm deyir. bildimi, başa düşdümü sən deyirsən ki, mexanizm yoxdur. Mən də deyirəm ki, sənin o dediyin Big Bang-i hələ də elm dediyin açıqlama verə bilmir ki, bu o partlayışın ana nöqtəsi, ana mənbəsi nədir? Necə oldu ki, yoxdan yarandı? Hələ də bəlli deyil də, düz. Deyim, yox, düz deyil. Roger Penrose, qulaq as da. Roger Penrose qara dəliklərlə ümumi disiplin nəzəriyyəsini birləşdirib və Nobel alıb. Hətta onun indi təzə hipotezi var. Köhnə kainatların izin fon şüalanması ilə təzə kainatda tapıb. Amma bu hələ ki hipotezli iş gedir. Bu o deməkdir ki, gələcəkdə tapılacaq da kainatlar bir-birini əvəz edir. O dildə Nə olsun, salam aleykum, Allah sənə. Elmə nə olsun dildə deyirsiniz də heç bir isbat yoxdur. Heç bir isbat yoxdur. Dildə deyirsiniz. Nobel mükafatının adını çəkdim. Roger Penrose, gedin baxın da. Ay qardaş, nə olsun? Ne NASA deyir ki, getdik filan Nə planetə. olsun, onda sağ olun, sağ olun. Siz düz deyirsiniz, mən yalan deyirəm, sağ olun. Qardaş, deyirəm, sənin dediyin elm deyir ki, getdik başqa planeti gəzdi, gəldi, amma Antarktidanın arxasında 4 kilometr keçə bilmir. Sev, Müntəzir, xahiş edirəm, eşidirsən mən, quzu kəsərəm. Bir dənə zəhmət olmasa, bu ayəni də zikr elə. Ali İmran 190-191-i zikr elə də, qurban sən. Quranın yarısından çoxu elə fəlsəfədir, qardaş. Quranın yarısından çoxu, sənin o elm dediklərinin hamısı gəlir söykənir oraya. Elm dediyinizi görürükdən, elmin nə bilim oradan alırsın. Amma ortada da heç bir dəlil yox. Bir dənə oxuyur. Doğrusu, Bismillahirrahmanirrahim. Doğrusu göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı, yəni düşünən insanlar üçün dəlillər vardır. Açıq teoloji dəlildir, qardaş. 92-də deyir ki, Rabbənə, ey Rəbb. 91 belə. 91? 190-191 də, 190-191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür. Ey Rəbbimiz, düşünür deyir ha. Ey Rəbbimiz, sən bunları əbəs yerə xəlq etməmisən, sən pak və müqəddəssən, bizi odun əzabından qoru deyirlər. Elhamdülillah. Gəlsin, azı bir 10 dənə belə ağlımızda olan fəlsəfi dəlillər qoyaq onun üçün. Səsim gəlirmi indi? Bəli. Yəni belə deyək də, burada hal-hazırda bizi 1500 adama yaxın insan dinləyir. Mən misalla onlarmı çəkim sualımı ki, hər kəs başa düşsün. Bəli. Baxın, mənim belə deyək də, evimdə bir robotum var. Mən bu robotu istəyirəm ki, mənim işlərimi görsün, evimi təmizləsin, sonra getsin dursun küncündə. Heç bir şey eləməsin. Sonra mən fikirləşirəm ki, mən bu robota beyin verim, şuur verim, azad iradə verim. Mən işdə olanda da bu robot mənim işlərimi görsün, getsin dursun küncdə. Mən deməli bunu eləyirəm, bu robota azad iradə verirəm, düşüncə verirəm, instinkt verirəm və səhər çıxıb gedirəm işə, axşam gəlirəm ki, bu robot evdə yoxdur. Gedib gəzməyə, misal üçün də və ya da başqa bir yerə. Və bu robot gəzməkdən gələndə mən bu robotu başlayıram döyməyə. Birinci sualımın birinci etabı buradadır ki, mən ədalətli mi hərəkət edirəm, yoxsa ədalətsiz mi hərəkət edirəm? İkinci etabına da keçəcəm. Döyürsənsə ədalətsizlikdir. Ədalətsizlik eləyirəmsə, indi mənim yerimə Tanrını qoyub, robotun yerinə də insan qoysaq, sizcə Tanrı ədalətli mi hərəkət edir? Yox, elə deyil də qaqa. Orada bir dənə incə xət var, orada fərqlilik var. Nədir o? Buyurun. Uzun deyirsən ki, mən ona bu cür təlimatlar vermişəm və iradə vermişəm, düzdür? Çox üzr istəyirəm. Əgər robot sizi belə deyək də çətinə salırsa, onu dəyişə də bilərik. Başqa bir şey də qoya bilərik. İnan mənə ən rahat robot. Robot səni çətinə salacaq, məni yox qaqa. Özün robotu açdın, o robot da səni çətinə salacaq. Buyurun. İndi bu robotun iradəsi var, düzdür qaqa? Bəli, artıq ona azad iradə vermişəm. İnsan beyni vermişəm də belə deyək. Əla. Eyni anda da nəyi necə etməli olacağını da demişsən, düzdür qaqa? Bəli, əvvəlcədən demişəm ki, bunu belə. Əla. Dediyin şeyin içində çölə çıxsan səni döyəcəm demişdin. Xeyr, deməmişəm. Onda döyməyəsən onu. Əgər bunu demədiyin halda döysən, bax. O Türkdə bir video var, deyir, bax. Əgər ki,
Sən ona verdiyin təlimatlarda çölə çıxma demişdinsə və o çölə çıxmışdısa, onda döyə bilərsən. Çünki sən demisən çölə çıxma, o da çıxıb. Allah Baxın, misal üçün. Allah mənə iradə verib, mənə deyib ki, içki haramdır, düz? Bəli. İndi içkiyə görə məni cəzalandıra bilər yoxsa yox? Axı deyib haramdır. Allah içkinin haram olmadığını, misal mənim əlimdə su var bir dəqiqə, Sprite içirəm. Sprite halaldır da, düzdür qardaşım dinə görə. Bəli. İndi mən Sprite içdiyimə görə Allah məni cəhənnəmə salsa ədalətsizlik olacaq. Allah buna görə məni cəhənnəmə salacaqmı? Xeyir salmayacaq. İndi sən robota çölə çıxma demişdin o təlimatlarda. Yox deməmişdin. Baxın, Robot bildim. qaydanda sən niyə çölə çıxdın deyirsənsə artıq ədalətsizsən. Baxın, onları indi bir izah edeyim. Mən ona deməmişəm, düzdür. Mən ona deməmişəm ki, Bəli. çölə çıxsan səni döyəcəm. Axı mən ona insan beyni, azad iradə vermişəm. Azadlıq sizə görə nədir məsələn? Azadlıq. Məsələn, mənim Heç bir sözümdən məhdudiyyət çıxmamaq. olmadan seçim etmək. Bəli. Mən ona demişəm ki, evin içində evi təmizlə və azad iradə vermişəm, instinkt vermişəm, beyin vermişəm ki, bu insan kimi düşünsün. Bu artıq evi təmizlədi, təmizləmədi. Artıq çölə çıxa bilər. Başa mən buna azadlıq Yox. vermişəm İndi artıq. məsələ də burasındadır ki, İnsan beyni ilə, misal azad iradəsi olan bir robot evi təmizləməklə yanaşı daha yaxşı təmizləyə biləcəyi halda ümumiyyətlə təmizləməyib evdən çölə çıxır. Mənim azad iradəm var. Mən birinə daha çox yaxşılıq etmək əvəzinə pisliyi seçirəmsə, Allah da mənə pisliyi seçmə demişdisə, buna görə məni cəzalandıra bilər. Sən Baxın. robota iradə vermisən. Eyni anda da hər yeri təmizlə demisən. Robot hər yeri təmizləyib, ondan sonra bir krukda sənin xətrin qalmasın deyə öz iradəsi ilə təmizləyirsə, bir kruk sən demisən deyə təmizləyir, bir krukda öz iradəsi ilə seçim eləyir, təmizləyir. Sən gələndə robotu sığallayıb öpəsən. Nə qəşəng robotsan, hə, sən dəsən. Amma çölə çıxdığına görə döyürsən. Amma demişdin çölə çıxma. Bəli, sən ona bir xəbər göndərmisən. Çıxma çölə, olmaz. Bax, sənin vəzifələrin var. İradən də var ha. Mən səni robot kimi yaratmamışam. İradə verirəm ki, seçim edəsən. Amma seçimi etmək üçün ən yaxşı seçimləri də göstərirəm az hə. Yenə də qərar sənindir. Amma seçim edəsən. Qərar sənindir. Seçim edəsən, qərar sənindir. Nəyi seçəcəklərimin ən yaxşısını da demişəm, amma qərar sənindir. İndi buna görə Allah'ın bizi... Hə, buyur. Olarmı? Baxın, gəlin sualı lap biraz da qəlizləşdirim. Buyurun. Baxın, beyin sizə də eyni beyin verilib. Siz haqqın yolundasınız. Mən sizə görə kafirəm də. Məsələn, dinə görə mən kafir sayılırım. Mən belə deyək də səhv yolu seçmişəm. İkimizə də beyni verən Allahdır. Beyni verən Allahdır. Mən səhv yolu seçmişəm deyə, yəni o mənə verdiyi azadlıq, bilirsiniz, o azadlığa görə mən onu seçmişəm. Mən o bilirsiniz, belə deyim də, yəni azad Cavab vereyim. iradədə Artıq sual nədir bilirəm. Cavab vereyim. Çox üzrsən. Bildim, siz bilirsiniz, ola bilsin ki, buradakı insanlar da başa düşsün. Yəni adam demək istəyirsin, Müntəzirdə də bu baş var, qardaşda da bu baş var. Mən qəbul edirəm, o inkar eləyir. Bu ədalətsizlikdir. Yəni məsuliyyəti biz daşımırıq da Allahdan. Baxın, niyə buna görə? Yəni mən onun mənə verdiyi imtahanı sorğu-sual olunur. Bəli, niyə buna görə? Yəni mənə verdiyi azadlığa görə mən başqa şey seçirəmsə, məni cəzalandırır. Bu ədalətlidir. Qardaş, ona görə cəzalandırmır ki, sən başqa şey seçirsən. Ona görə cəzalandırır ki, sən mövcud konstitusiyaya əməl eləmirsən. Sən dinin, Bir dənə icazə var. sən iradənlə etdiyin seçimə görə cəzalanmırsan. Sən konstitusiyaya əməl etmədiyinə görə, Qurana əməl etmədiyinə görə cəzalanırsan. Bax, çox bəsit bir məsələdir əslində. Qardaş, əvvəla bunu bil ki, Allah sənlə mənə təməldə verdiyi beyindən mən anamın bətindən çıxan kimi Allahu Əkbər deməmişəm. Yəni mən çıxanlar var, kənar mühitin, ətraf mühitin təsirləri var, nə bilim ailənin tərbiyəsi, baxdığımız şeylər və s. Hər şeyin bizə təsirləri var. Və ümumiyyətlə bu təsirlərin nəticəsində də bir şeylər əldə eləmişik. Mən müntəzir əvvəl ateist olmuşam. Mən dini özüm araşdırıb gəlmişəm. Mənə Allah başımdan belə şapalaq vurmadı, davay get dini öyrən. Mən özüm araşdırdım, ay qardaş dini. Sən bu günlərim dinsiz olmağın öz seçimindir. Necə ki bu günlərim dindar ola bilir bir insan, sən dinsiz bu halda, dindar ola biləcəyin halda dinsizsənsə, deməli bu sənin öz seçimindir. Bir Bu sual seçimə görə bəs mən Allah Taala cəzalandıracaqmı? Filan kəs.
filan kes, quzu kəsərəm sən, bir dənə diqqət elə. Bax, bu gün ailə başçısısan, düz. Bəli, bəli. Əhsən, Allah inancıma əsasən deyirəm, Allah bərəkət versin. Bu gün ailəndə, ailə başçısı olaraq bir qayda qoyursan, ailəyə məxsus. Bəli. Xanıma, övlada, aysa. Zar bir dənə bunu deyim davam elədə. Uşaqlar bir dənə xahiş edirəm. Yayımın yeni gələnlər, bizi takip eləməyən, bizi izləyən çox adam bizi takip eləmir canlını. Bir dənə buradakı profil adında plus işarəsi var. Ona basırsan səhifəyə takip gəlir. Bizə bir dənə takip atın. Sonra da o 1 jetonluq beni sev hədiyyəsi var. O belə ürək işarəsi var. Ondan atın da sizi sevim. Beni sev. Bax belə ürəkdir. 1 jetondur. Ondan atın da zəhmət. Sizdən çox şey istəmirəm. Hədiyyə azad atmayın. Atmaq istəsəz də burada 15 minlik hədiyyə var. Ondan atarsın. Buyur Zah. Hə, qardaşım, eşidirsən məni? Bəli, bəli, buyurun. Bugün ailə başçısı olaraq ailəndə bir qayda qoysan, bu qaydaya əməl olunmasa, bunun haqqında tədbir görsən ailədə, ədalətsiz olursan ədalətli, amma vicdanla. Bir tədbir görsəm əgər, yəni Məsəl üçün, xanıma və yaxud övladlara, ailə başçısı olaraq bir qayda qoyursan və qaydaya riayət olunmayanda bir tədbir görürsənsə, demirəm ha, dava dalaş. Mirnə tərəfindən səs tonu qaldırırsan, tədbiri qoyduğun qaydanı xatırladırsan və yaxud yüngül bir cəza verirsən və yaxud böyük sərt xəbərdarlıq edirsən. Belə bir halda qaydanı qoyduğun bir ailə başçısı olaraq ədalətli olursan, ədalətsiz. Amma vicdanlı. belə olanda, yəni əgər ədalətli oluram da, yəni əgər Sonra da yəqin ki, nə demək istədiyimi başa düşdün də. Bugün bizim inancımız nədir? Bax, diqqət elə. Allah Quran-ı Kərimdə bizə ayətlə açıqlayır ki, İslamda məcburiyyət yoxdur. Amma qayda olaraq qayda qoyur. Digər ayətdə də deyir ki, haqq hesab günü sizi bu kitabdan sorğu-sual edəcəm. Quranı oxumamısansa, problem yoxdur. Mən yəni orada yazılan ayəti inancımıza əsasən sənə deyirəm. Eynən də bizə öz iradəmizə buraxan seçim haqqı qoyur. Amma seçimlə eyni də qayda qoyur. Qaydaya riayət etsən, budur mükafatın, riayət etməsən, budur cəza. Onda baxın, belə olur da, çox üzr istəyirəm. Onda belə olur ki, bizim azadlığımız o qaydaya qədərdir, düzdür? Necə? Bizim azadlığımız... Yox qardaş, sən bax maraqlısı burasındadır ki, sən o qaydanı belə seçəndə öz iradənlə seçmiş olursan. Çünki seçməmə şansın da var. Bəli, seçməmə. Baxın, mən indi tutaq ki, mən indi belə deyək də səhv yoldayam. Səhv yolu seçmişəmsə, buna görə Allah Taala məni cəzalandıracaq, yoxsa yox? Bəli, niyə cəzalandıracaq bilirsən? Aha, niyə? Çünki sənə doğrusunu izah eləmişdi. Axı sən əzizim, gözəl qardaşım. Axı mənə baxın. Misal, bax, naprimer belə fikirləş. Bir misal seçəcək. Müntəzir üzrüsən. Axı mənə Bizə dənə bunu deyirəm. Bax, xahiş edirəm. Bizə dənə bunu deyirəm. Bax, bu günlərim Azərbaycanda konstitusiyada, yol hərəkəti qanununda qırmızıda dayanmaq var, düzdür? Bəli, bəli. Dayanmaya bilərsən. Xeyr. Nətər dayanmaya bilərsən də qardaş, basıb keçərsən 3 bal 80 manat. 100 manat. Prosta hə, əgər o keçsəm öcə bəli. Nə olur onda? Keçsən nə olur? Nə olur? Cərimə gəlir. Cərimə yəni nə? İndi qırmızıda keçənlər tam yol hərəkət qaydalarını bilmirəm nə qədər gəlir. Yəni cəza verilir də ona görə, düzdür qardaş? Bəli, bəli. Eyni misaldır. Qardaş, bax, özün vurğuladın ki, ədalətli tərəfin. Bax, sən ailədə azad iradə qoyursan, yoxsa bir ailədə bir qayda qoyursan. Təbii ki, qayda qoyursan da ailə başçısı olaraq. Həmin kəs, ailədə bir üzv, övladlar, Allah doyunca versin, xanım, Allah doyunca versin. Bu kəslər bir qaydaya, sənin qoyduğun qaydaya əməl etmədikdə səndən tələb etmirlər ki, azad iradəmizdən çıxdın. Niyə bizə cəza verirsən? Sən açıq olaraq, ailə başçısı olaraq deyirsən ki, ailə başçısı olaraq mənim qoyduğum qayda budur. Buna riayət olunmadığı üçün mən səs tonumu qaldırmışım. Düz gözəl qardaşım. Və ədalətli olan sən olursan ki, ailə başçısı olaraq mənim qoyduğum qayda budur. Və digər tərəfdən də müntəzirin sözünə qüvvət. Bugün məsəl üçün konstitusiya sənə demir ki, get qırmızı işıqdan keç və yaxud get adam öldür. Sənə konstitusiya deyir ki, bunu edərsənsə cəzası budur. Düz? Bəli, bəli. Eynən də Quran-ı Kərim bu qaydanı qoyur ki, bunu edərsənsə cəzası budur əziz qardaşım. Sən o bugün Azərbaycan konstitusiyası ilə tanış olursan və qaydanı pozmamaq üçün oradakı qoyduğu bunu edərsənsə bu olacaq deyə onu etməmən üçün etmirsən, eynən də Quran-ı Kərimdə deyir, bunu edərsənsə budur. Məsəl üçün o cəzanı yaşamamaq üçün sən onu belə deyək,
yaşamış, qəbul etmiş olursan, iman gətirmiş olursan qardaş. Cavabımız budur sənə. Daha vicdanına qalır, qane edib etməməsi. Heç nə, mən başa düşdüm oldu. Çox sağ olun, minnətdarım. Uğurlar sizə. qardaş. Söhbət. Sən bura qoşulanda bir xahiş elədin ki, mənim o haqsız yerə atdılar, çıxart. Bəli, Xahişin yerə düşmədə çıxartdıq. Mən indi sizdən bir xahiş edə bilərəm. Buyurun, buyurun. Simbolik siz inansızsınız, sizə əminəm ki, az support eləyir. Zəhmət olmasa bir yezdə lənətləyin gedin. Allah yerdə lənət eləsin. Xahişimdir sizin. Yezdə lənətləyin gedin. Elə bir ki, erməniyə lənət deyirsən də, yəni burada da qəbahət bir şey var. Allah yerinizdə lənət eləsin. Amin. Qadan alaram sana, öpərəm, sağ olun. Azad qardaş buyur. Salam aleykum, axşamınız xeyir olsun hər kəs. Aleyküm salam. Hər vaxtınız xeyir olsun. Qardaş, 2 gün bundan əvvəl efirə qoşulmuşdum. Biraz müsait döydüm. Biraz qısa kəsdim. Ola bilsin ki, biraz kobud demişəm ya düzgün çatdıra bilməmişəm fikrimi. Çox qısa Buyurun. kəsdim. Buyur Cəzal qardaş. Sənin yaddaşın güclüdür. Mən səni çoxdan izləyirəm. Yəqin ki, bu namaz haqqında sual vermişdim. Aklındadır. Bəli. Qardaş, mənim problemim buradadır ki, La ilahə illallah, Muhammedən Rasulullah. Bura kimi var, buradan sonrası yoxdur. Mənim problemim buradadır. Nətər yəni? Əliyəm Vəliyullah deyə bilmirsən, yoxsa necə? Allahın varlığına inanıram. Sallallahu aleyhi və səlləm Peyğəmbər olduğuna inanıram. Ondan sonrası mənim namaz qılmağıma elə bir mani olur. Səni çoxdan da izləyirəm. Bilirəm ki, sən çox elmlisən və öz tutduğun yolu təbii olaraq həmişə düzgün sayırsan, düzdürmü? Bu yoldayamsa düzgün sayıram, bəli. Ay sağ ol. Bir başqa insandan soruşsam, o da məni o tərəfə yönləndirəcək. Mən səni ümumiyyətlə qardaşım, mən nəinki səni, bax canlımızda şahid olmusan, dəfələrlə insanlar şəhadət gətirib neçə ateistlər müsəlman olublar. Bunu özün görmüsən də. Bəli. Mən heç kimi gəl şiə ol deməmişəm, heç vaxt deməmişəm ki, davay dinə gəldin şiə olmalısan. Xeyr. İnsanın İslamı qəbul etməsindən sonraki mərhələ öz seçimidir, əqidə seçimi. Şiə, əhl-i sünnə, bu onun öz araşdırması, mütaliəsi, özünə yəni baxacaq. Mən ona heç vaxt deməyəcəm, gəl şiə ol, gəl sünnə ol. Mənim maraqlı deyil adam şiə olacaq, sünnə olacaq. Mən maraqlı ki, yaradıcının varlığını qəbul edəcək. Peyğəmbərin peyğəmbərliyini qəbul edəcək. Ölümdən sonraki həyatı qəbul edəcək. Bunlar mənə kifayət edir, üsuliddin tamamlanmış olur. Hə, imamət məsələsinə gəldikdə isə, mən bu barədə isə necə düşünürəm? Mən düşünürəm ki, bu barədə insanlar iki hissəyə bölünür. Bir qism insanlar imamların Allah tərəfindən seçildiyinə inanmırlar. Bunlar onların araşdırmaları, mən bunu iki hissəyə bölürəm bu arada. Bir qismini bölürəm ki, o insanlar ki, imamət məsələsini qəbul etmirlər, onlar bundan cahildirlər, yəni bilmirlər. Bir qism də bunu qəbul edir, qəbul etmir, cahil deyirlər, oxuyublar, öz kinlərindən və nəfslərindən qəbul etmirlər. Yəni insanlar iki hissəyə bölünür. Biri bilir qəbul etmir, biri bilmir qəbul etmir. Hə, bilmədiyinə görə imamət məsələsini qəbul etmirsə, burada sorun yoxdur. Yəqinəm ki, Allah onu bağışlayacaq. Amma bu adam İmam Əli əleyhisselamın, İmam Zeynalabdinin, İmam Sadiqin, İmam Baqirin, İmam Həsən Əskərinin, İmam Hadinin, İmam Təqinin, İmam Nəqinin, İmam Zaman Əzəlallahu Teala Fərəcəhü Şərifin haqqın tanıyırsa və bu halda inkar edirsə, Allah lənət eləsin o kəsə. Deyirəm mən. Amin. Amin. Mən də deyim. Amma əmin deyilsə, artıq mütaliə eləməlidir, araşdırmalıdır qardaş. Məndən soruşmalı deyil yəni. Açıb özü kitab oxumalıdır. Peyğəmbər öldüyü vəfatından sonra insanlara rəhbər kim oldu? Müsəlmanların rəhbəri kim oldu? Niyə insanlar seçdi rəhbəri? Niyə Allahın seçdiyi rəhbəri inkar etdilər? Və bunu araşdırmalıdır adam. Qardaş, mən deməli deyiləm, mənə qulaq asmalı deyirlər bu məsələdə. Ona görə mənim mövzum ateizmdir.
Başa düşürəm. Mən səni çoxdan da izləyirəm. Bilirəm ki, ateizmdir. Bu müsəlmanları da çox vaxtı qoşmaq istəmirsiniz. Ateistlərə fikrinizi çatdırmaqdan ötürü. Nəyi demək istəyirəm? Babunik Zavur qardaşı da izləyirəm. Sağ olsun. Sən bilirəm ki, bu məhsəb söhbətlərinə çox girişməyi də sevmirsən. Amma o qardaşın fərqli canlılarda girib baxmışam söhbətlərinə, bu məhsəb barəsində söhbətlərinə. Nə demək istəyirəm qardaş? Bax, bu radiyallahu an Həzrət Əli, düzdürmü? Necə? Radiyallahu an deyirlər də Həzrət Əli. Sən özün necə deyirsən onu de. O deyənləri boş ver. Buyur. Qardaş, mənim çox bilgim yoxdur. Mənim dini çox bilgim Qardaş, olsaydı, mən iminli bir dənə yolu Əhl-i seçib... ən böyük mühəddisləri, misal Buxari, Muslim və sair digər böyük mühəddislər öz kitablarında Əmir əl-Müminin Əli aleyhissalam deyirlər. Heç də radiyallahu anhu demirlər. Bu ki qaldı, əgər radiyallahu anhu, yəni Allah ondan razı olsun məsəli, inkar edən varmı ki Allah ondan razı deyil? Bəyəm dua edirik onun üçün ki Allah ondan razı olsun? Axşamımız xeyir. Sualdır bu. Salam Adil bəy, səbirli olun Adil bəy. Sualdır. Yəni radiyallahu anhu duadır. Allah ondan razı olsun deməkdir. Bəyəm İmam Əlidən Allah razı değildi? Hə Adil? Razıydı. Bunu ateistlər belə inkar eləmir ki, Əli ibn Əbu Talib adında bir adam olub. O çox şücaətli, çox qeyrətli, çox namuslu bir kişi olub. Yox? Tarix Məncə ən qeyrətlilərindən biri olub. Allah sənin köməyin olsun. Bu söhbəti aid edilən bir çox məsələyə ona görə deyirəm ki, Adil də Rafizid uşaqlar. Yo, sən ateist axtardın, o cürə qalmışam. Amma Adil bir dənə Yezidə lənət oxusa bütün şiələr tərəfindən sevilərdi. Tabii bir dənə Yezdə lənət oxuya bilərsən. Allah Yezdə lənət oxuya. Yo, mən bir yaxların bir ateist qalmışdı, gənc ateist. O azadlıqla qanuna riayət etməyə səs salmışdı. Sağ olsun Çeviç biliyor ki, hele zəhərləyib ki, uşaqlar hamısı ateist olub, modlu da. Qulaq as. Sağ olsun, məşğul olurlar ondan da. Orada problem bilsən nədədir? O adam başa düşmür ki, məsələn, bugünkü gündə mən azad insanam. Azad fikrimi bildirirəm və buna görə heç bir cəza çəkmirəm. Amma mən azad insan olduğumla rəğmən gedib bu dəqiqə sən demişsən qırmızı işıqda keçmərəm. Ya da ki, qanunsuz bir iş görmərəm. O deməkdir ki, mən azad deyiləm, qanunsuz iş görmürəmsə. Bunda mən dedim, hər qələt eləyim və deyim ki, mən azadam da, belə bir şey yox. Mən hətta sağ ol da. Mən də müsəlmanam, baba. Bir saniyə, mən qutarım, sən çox danışdın, biraz yorulmuşsan alır, biraz istirahat elə, qulaq as. Hadi. Mən hətta bir məhkəmə işinə baxmışdım, adam 28-dən çox insanı qətlə yetirmişdi və məhkəmədə heç bir avukat götürmədən dedi ki, mən azad insanam və azad olduğum üçün belə yaşamaq istəyirəm. Mənim üçün onlar da şikar idilər. Yəni, heç bir məhkəmədə bunu təbii ki, qəbul etmədi və bunu atdılar daha çox, necə deyim də, deyəsən ölüm cəzası verdilər, bunu məhv edilər qarşı elə bir insan. Yəni, sən olduğun cəmiyyətdə, cəmiyyətin qəbul etdiyi qanunları qəbul etmək məcburiyyətindəsən. Bu qədər basit. Yəni, bu çünki sənin qayda qanun olmasa yaşayanməsən. Mən də onu deyirəm ki, Allah sistemində, sən deyənlər çox gözəl başa düşür. Allah sistemində problem harada yaranır? 1400 il qabaq insanlara bəs hansı qanunlar təbdiq olunurdu? Niyə indi onlar bizdən eyni qanunda yaşamırlar? Niyə əzəldən Quran gəlməyib? Əzəldən, birinci gündən Quran niyə gəlməyib sualına cavab ver. Hasan Gözuyem, qoy mən cavab verimsə, bax, məsələ nə cürdür? Bu cürdür ki, İslam dini elə bir dindir ki, bax, eyni anda həm o dövrə xitab eləməlidir, həm günümüzə xitab eləməlidir. Və Allahın sənin gözüyüm bu məsələdə ki var əməl insanlara belə deyək də dini konstitusiyanı insanlara təlqin edir. Bu məsələdə iki xətt üzərində gedir. Bir, mövcud qanun uyğunluqlar ki var. Misal üçün insanlar ölür, yaşayır, təkmilləşir, inkişaf eləyir, fərqli təfəkkürlər, yeni şeylər inkişaf eləyir sənin gözüyüm. Bir də eyni qayda olaraq da ikinci bir məsələ nədir? İkinci məsələ budur ki sənin gözüyüm. Allahın
konstitusiyası həm bugünkü gün Amerikada yaşayan Adilə xitab eləməlidir sənin gözü yeyib, həm də Şəkidə yaşayan Gülbəsti xalaya xitab eləməlidir. Ona görə bu Quran elə bir üslubda gəlib ki, Adil Amerikada yaşayanda, Quranı oxuyanda öz başa düşdüyü kimi Gülbəsti xalanın da o cür başa düşməyini istəməməlidir. Çünki Gülbəsti xala bunu oxuyanda deyir, oy qurban olum şükür olsun Allaha. Adil oxuyanda deyir ki, yox oğurluğuyla. Müntəzir, xırda cavablar ver ki, kəsməyim sözü, qurbansa. Mən cavab verəm. Gülnəsə xala da deyirsən, kimdir? Onun mənə dəxli var. Sən mahilə misallarla Mən cavab verim sən Adil. Can o yiyeyim. O qədər şirin danışır ki, adam ateist kimi fikirləşə bilmirəm ya adı. Yəni şəkili ateist olar kişi. Şəkili ateist olmaz da. Sualın Yəni bir nə adam idi? Keçmişdə nə idi? Sualı gətirdin gələcəyə. Adil mən Sən cavab gözü verəm. yeyim. Mən sənə sual verdim ki, keçmişdə bizdən öncə olan insanlar niyə bu dinlə cavab konstitusiyanla verin. yaşamayıblar? Niyə bu konstitusiyanla yaşamayıblar? Cavab Onlar verirəm bizdən sənə. artıq imiş Qardaş. yoxsa əksik? Buyur. Cavab verirəm. Bax, deyirsən ki 1400 il əvvəl. İndi bir dənə burada sualın içindən sual yaranır. 1400 əvvəl deyil mi? Mən əzəldən deyirəm insanlar niyə konstitusiyanla yaşamayıblar? Allahın qanunları ilə. əzəldən də primat olanda hu. Ay sağ ol. Bax, məsəl üçün Quranda olan belə deyə şəriət dövrü. Ham aşağıdan yazsın gözü yeyim. Bax, Adam qulaq as, çox- Adil. 1400 il əvvəlki bədəvi ərəbləri götürəlim. Həmin dövrdəki insan təfəkkürü ilə 2400 il əvvəlki təfəkkürü eyni idi səncə? İndiki mən təfəkkürümlə o 1400 il əvvəl gələn insanların təfəkkürü eyni deyil. Eyni deyil də, ay sağ ol. İndi sən əzəldən məsəl üçün gəl belə deyək, lap sənə dünyavi deyim. Tunc dövründəki ilə daş dövründəki insan düşüncəsi, təfəkkürü. Yəni sən demək istəyirsən ki, hər şeyə qadir Allah onu elə bilməyib, ki, elə bir kitab yazsın ki, hamıya başa düşürən olsun. Yox, ay qardaşım, sən çiğ əti yeyənlə əti bişirib yeyən eyni ağılda görürsən ki, eyni şəriəti tanıtsın onları. Yəni insan gələndən ağıllı olmayıb şey, ya. Sizdə çiğ ət yeyən insanlar da olub, yəni. Əlbəttə ki. Bəli. Adəmin vaxtında çiğ ət yeyiblər. Bəli, Harada yazılıb sizdə? Biyologiyada. 6-cı sinif Sizdə biyologiya. harada yazılıb qardaşım? Dində harada yazılıb ki, insanlar çiğ ət yeyib əvvəllər? Hə, dində. Yox, bir dəqiqə deyim. Mən dindən danışırım. Bəs qardaşım, mən sən biologiyanı qatmasın. Zəbur oxumusan, Tövrat oxumusan. Qardaşım, mən sual vermişəm. Sən Sualını qatmada cavab ver. bütün mala kitablarını oxumusunuz deyə bilirəm. Amma mən oxumamışam. Yox, oxumamışam. Eləmə, bizim hörmətsizlik eləmə də, bizim iman gətirdiyimiz kitaba mala kitabı nə deyirsən ki? Yox. Mən sənə Svito kitablarına dəymirəm. Svito kitablarına dəymirəm. Bax, qardaşım, ay gözəl qardaşım, sual verirəm. Deyirəm ki, Zəbur, Tövrat oxumusan? Yox, oxumamışam. Ola bilər ki, Zəburda məsəl üçün sənin sualının cavabı var. Arkadaş, mən şəkilləri lağa qoymuram. Adil özü şəkilləri. Tamam, oxumusan da qardaşım, cavab ver. Oxuyandan sual. Mən oxumayan adama sual vermirəm ki. Ay Adil, mən şəkillərlə məzələrə. Dəysə Mən mən xətriməm. şirindir, xoşuma gəlir, danışıram da sənin gözünü yiyib, ateistlərin gözünü yiyib. Sən Ağcabəd ləhcəsini dəyişmirsən deyə mən Şəki ləhcəsini dəyişmək məcburiyyətində deyiləm. Ay Mr. Zaur bəy. Hacı. Mən oxuyan adama sual verirəm. Düzdür, oxumayan adama sual vermirəm. Canımı yeyim sən. Başa düşdün də qardaşım. Biz də bax inancımız nədir? Ümumiyyətlə biz hədis elmi deyilən məsələ var. Hədis qəbul edirik. Hansısa bir tarixi mənbələr, rəvayətlər qəbul edirik. Təbər olsun, nə bilim, başqası olsun, o birisi bu. Bizim də əlimizdə sən bilirsən necədir? O sənin verəcəyin sual, məsəl üçün bu günləri Allah var deyib, Allah var deyib. Şəriət deyiblər. Dinlə mənə onu dinci gedim, mən də cahil oxuyum bunu. Adil, Adəmin ilk insan olduğunu düşünürsən? Sizin fikriniz elə deyil. Yox, sən onu qəbul edirsən? Mən qəbul etmirəm, xeyr. Tamam. O zaman belə deyək də, sənin düşüncəvə görə, dövrünə görə insanlar çiğ ət yeyirdi, yoxsa yox? Mən düşüncəmdən bəli. Əhsən, çiğ ət yeyən bir insana kitab gəlməli idi.
Hayda, ay Zaur. Sen mənlə düşüncədə eyni deyilsə, sən də mənlə razısansa, canım da Qardaşım din kitab. yoxdur deyirəm. Qardaşım Razılaşmasın. qulaq as. Mən təkcə o dediklərim deyil, başqa dediklərim də var. Deyirəm din yoxdur, razısan onunla da. Verdiyin suala gəlirəm də, quzu Ya kəsəm. xoşuma gələnləri seçib götürürsən özünə. Adi, diqqət elə, diqqət elə. Mən sənə, sənin anlayacağın cavabı verməyə çalışıram. Bax, bağçaya gedən uşağa vurma cədvəlini öyrətmirlər. Məktəbə uşaq gedir, zamanla bir üstə gəl bir, sonra bir. Bağçada müəllimə o bağçadakı uşağın dilindən anlayır. Bağçadakı müəllimə, bağçadakı uşağa müəllimə öyrətməyə çalışır. Deyirəm bağçadakı müəllimə o bağçadakı uşağın dilindən anlayır, amma Allah ilk adamın dilindən anlamayıb ona kitab verməyib. Qardaşım. İlk adam hansı dildə danışır vay Adil? Bu nə Mən də düşüncə? bilim, bilər. Bax, niyə görə? Adil, gəl belə eləyək. Biz sənin sualıma cavab verə bilmədik. Biz uduzduq. İndi sən yuxarı qalxmısan ki, mən ateist axtarırdım. Bəli, mən ateist axtarırdım. Və sənə sual vermək. Mən ateist onu görə axtarıram ki, ateistlərə bir maraqlı sualım var. Adilə bir maraqlı sualım var. Adil, hamımız bilin ki, ateist. Baxın, Adil, mən başdan düzdür. deyirəm, başdan sənə deyirəm, bax. Mən sənə heç vaxt debata qalxmamışam. Heç vaxt debata qalxmamışam. Sadəcə o gənc ateistin mənə o acıq gəlir ki, hamı bu günləri moddur deyə ateist olub, hisslənirəm buna. O gün mən də canlıma biri qalxıb ateist sözünün tərcüməsini bilmirik. Deyir, mən ateistim, deyir, niyə? Deyir, mən deyir, çevik ateistləri deyirəm. Elə bir şey, ya təzə bir yoldusa, ya bu təzə yoldur da, yəni düşünürsən, mən o yolla getmək istəmirəm deyə. O uşaq da deyir, azadlıq, orada səhv olduğumu mən də ateistim qəbul edirəm. Adi incimə, Amma sizdə səhvimiz var ki, uşağa deyirsiniz ki, konstitusiyaya getmədikcə, o konstitusiya niyə 1400 əvvəl gəldi? Niyə bugünkü gündə mənə dəyişilmədən qalıb? Adil, mən cavab verdim əslində buna. Zarda verdi. Prost indi sən deyirsən, mala kitablarını çox oxumusunuz. Əslində biz mala kitablarını çox oxumamışıq. Sizin təfəkkür, yəni ateist təfəkkürü malalamağa daha meyilli olduğuna görə. Verilən cavabları da elə qəbul edirsiniz. Şirin. Səni çox istəyirəm. Qəşəng, yəni dilin o qədər şirindir ki, Allah şahid ki, özün də bilsən də biz səninlə necə tanış olmuşuq. Yadıma gəlir. Yaltaqlanma. Hə. Yaltaqlanmıram, sən yaltaqlanırsan. Sən necə bu cür ki, yəni şirinliklə də, yəni sən mən xətrə dəyməsin. Yəni ona görə sən şirinlikdən başqa bir şey görmürəm mən burada. Səninlə ateist deyə özün deyirsən ki, debata qalxmamışam da bura. Ki, cavan müsəlmanla danışırsan. Varsa yaşlı ateistlə də, varsa yaşlı ateist, bilgili, belə ağlı. Yox, sualı nəsə ver, yəni bilsəm cavab verəcəm, bilməsəm deyəcəm. Yox, mən bilmədiyim bir şey yoxdur. Ya Adil, mən verə bilərəm. verin, buyurun. Mümtəzir icazə verirsə verərəm. Adil, Anatomiya kitabı oxumusan? yox, oxumamışım. Hayda, oxumuş olsaydın sənə şoka salardım. Nəysə. Salam aleyküm. Ay Zavud. Salam, səbir ol, növbəti gözlə qarış. Söhbət bilsən nədən gedir? Mənim ateist olma səbəbim, Allahın sizin tanıtdığınız kimi ədalətli görmədiyim üçündür. Allahı mən sizin kimi ədalətli tanıya bilmirəm. Niyə? Çünki mən faktlara baxıram, faktlarla görürəm ki, sizin tanıtdığınız Allah o dediyiniz qədər ədalətli deyil. O dediyiniz kimi məharətli deyil. O dediyiniz kimi gücdə deyil. O dediyiniz kimi insanlara eyni baxmır. Yəni buna görə mən biraz da ateist olmuşam. Bunun cavabını heç bir müsəlman mənə verə bilmir ki, sən səhv edirsən hansı fikrində. Siz gətirə bilərsiniz ürək istəyən bir... Bəli. Adil, bax, burada mənə yaxın qardaşlar hamısı bilir ki, mən 30 yaşıma qədər ateist olmuşam. Bunu mənə dərin tanıyanların hər biri ilə bölüşmüşəm. Və kör-körənə Allahı tapmamışam, qardaş. Diqqət elə, sən o düşüncələrin artıq belə deyək də, beyində gedən proseslər, beyində gedən düşüncələr, nə bilim nələrdir, nəysə, hər birinin səbəbində, hər bir düşüncəndə bir səbəb yatır. Amma and ola Rəbbimə ki, o verdiyin sualların hər birində cavabları var. Sadəcə ədalətli yanaşmaq lazımdır. Cavablar kimi qane edir aslında? Sizi qane edir. Məni qane etmir o cavablar. Bizi qane etmir. Sənin o problem dediyin məsələlərin hər birinin... ateist olmuşam, sonra müsəlman olmuşam. Düzdür? And ola, indi inancıma deyirəm, and ola Allahın izzəti cavalına ateist olmuşam. Sən də ateist olmuşsan, ben müsəlman olmuşsan. Nə gətirib sən ateistliyə? Müsəlmançılığa. Mən belə hər kəsin öz şərəfinə buraxıram. Öz anamdan sınağa çəkilmişəm. Və ondan sonra Allahın varlığını dərk edirəm. Sənin nə gətirib dinə?
Mən bu barədə danışsam Adil. Bir kəlmə deyəndə qısa bir dinə mən prosta baxıb bəlkə mən də o yolla qayıtdım dinə. Bəlkə Peyğəmbər- o dəqiqə. Peyğəmbərin həyatını bir ateist kimi araşdırmışam. İmənli Məhəmməd Peyğəmbərin həyatı. Bəli. Hardan araşdırmısan? Bir dənə o kitabın adını nə oxuyayım, başlayayım. Məsələn, İbn Hişamın Əsrat-ı Nəbəviyyə kitabı var, oranı oxuya bilərsiniz. Ən belə təməldə sənin üçün idealdır da yəni. PDF-i də var, istəyirsən uşaqlara deyim göndərsinlər. Göndərsinlər, yaxşı olar. Oxuyaram. Amma Sorun yox. amma bax, sən bir peyğəmbərin həyatını oxuyub, gəlib müsəlman olmusan, bu qardaşdaşı sınağa kəsir. Mən də eşitmişəm ki, çox insan müsəlman olub. İkimizin Geri ölmüşüdür. ateistlərə qalıb. Hansı həyatda başına bir iş gəlib deyə müsəlman olub da geri qayıdıb. Adil, Yəni ikimizin mən nəsə ölmüşü bir deyirəm. şok həyatda yaşayıb. Səsim gəlir sənə. İkimizin ölmüşü deyirəm, başqa demirəm. Sənə şəxsi də zəngləşərik. Sənə qısa 2 dəqiqə ərzində danışaram. Mənim zatıma lənət sən deməsən ki, elə düz addım atmısan, düz də fikirdə olmusan. Mən bilsən nələr eşitmişəm Zaur. Adam deyib ki, oturmuşam parkda, dua eləmişəm ki, Kitabın adını hamı yazıb olsun. Üzümü çörmüşəm sağa, görmüşəm ki, bir insan gəlib, mənə vərəq verib, o vərəqdəkini oxumuşam və o vərəqdəkini oxuduğumdan sonra müsəlman olmuşam. İnanırsan sən buna yoxsa yox? Mən yenə deyirəm, mən öz yaşadığımı yaşamır. Kimsə nə biri Adil, fərqli. mən yəni açığı deyirəm, Adil, mənim həyatımda belə möcüzəvi bir şey olmayıb da. Yəni mən oxuyub araşdırıb dinə gəlmişəm, başa düşdün? Əcəb eləmişsən, amma bugünkü faktlar məni dinə gətirməyə qoymur. Çünki mən gördüyüm Mən sənin ədalətsizliklər dində olmamağının səbəbini deyim. Bax, ədalətsizliklər deyirsən ha, gördüyüm ədalətsizlik. Bu dinə gəlməmək üçün səbəb deyil. Dində deyilsən, yenə var o ədalətsizliklər. Yəni dinin olması o ədalətsizliklərin olmaması mənasını vermir. Dində belə bir iddia yoxdur ki, din varsa ədalətsizliklər olmamalıdır. Mən sənə başqa şey deyirəm. Mən deyirəm ki, misal deyirəm. Əlim kitabı açmışam, mütaliə eləmişəm, araşdırmışam, qoymuşam qırağa. Sonra kitabın doğruluğunu araşdırmışam. Sonra fikirləşib tapmışam ki, hə, belə bir adam olub, tarixi şəxsiyyət olub, cəmiyyətə bu cür təsir buraxıb, bu təsiri buraxmaq üçün nələri bilməli idi, bunları o dövrdə bilə bilərdimi və necə təsirlər buraxıb, insanları necə dəyişib və s. Aydın? Mən razıyam ki, Məhəmməd Peyğəmbər güclü insan olub, ağıllı insan olub, bacarıqlı insan olub, öz xalqı üçün çox şeylər eləyib. Amma öz xalqından başqa xalqlar üçün heç də etməyib. Yalnız öz xalqı üçün hər şey eləyib. Bugünkü gündə də onun etdiklərindən öz xalqı məhərlənir. Yəni çox gözəl də yaşayırlar, çox gözəl də dolanırlar. Onun getdiyi yolu gediblər, öz xalqına da gözəl bir deyim, vəsait saxlayır, öz xalqı üçün hər şey deyim də. Amma bugünkü gündə mən bir dənə fikrimi dəqiq çatdırmaq istəyirəm. Bəlkə sözləri düzgün seçmirəm. Mənim fikrim budur ki, niyə mən ateistəm, bu ateistlikdə niyə qalmağa iddia edirəm? Mən dəli deyirəm ki, mən də Allahdan qorxaram, Allah olsa da, mənim fikrimdə. Mən də istəmərəm cəhənnəmdə yanım. Kim istəyər cəhənnəmdə yansın? Hətta deyim, özüm cəhənnəm, özüm qırağa. Mən istəyərəm ki, həqiqətən pis insanlar, həqiqətən zalım insanlar cəhənnəmə düşsünlər. Yəni bu dünyada bizim onlara gücümüz çatmır. Heç cürə, nə fiziki, nə heç cürə gücümüz çatmır da. Həqiqətən istəyərdim ki, o insanlar cəhənnəmə düşsün və cəhənnəmdə yansın. Heç olmasa mən cəhənnəmdə yana-yana görüm ki, məsəl üçün o Germaniyadan olan bığlı var, məsəl üçün. İstəyərdim o olsun cəhənnəmdə, yansın. Başa düşürsünüz? Misal abi aydındır, okey, çox aydındır. İndi sənə bir dənə misal deyəcəm. Bax, biz müsəlmanlar deyirik ki, o cəhənnəmdə yanacaq. İndi sən deyirsən ki, yox, cəhənnəm bunun dəlili yoxdur da, düz isbatı yoxdur. Bəli. Okey, bunu qoyduq qırağa, yəni cəhənnəmi qoyduq qırağa. O adama, misal üçün Hitler, neçə milyon dənə Yahudi öldürdü. Bir nəfər Hitleri qoya qıraqda, məsələn Stalin zad, neçə dənə pis insanlı olub ki, nələr eləyib. X bir adam düşün, 10 dənə günahsız adamı qətl eləyib. O X adama necə bir cəza tətbiq olunmalıdır ki, aldığı 10 canın qarşılığında ədalətli olsun. Var belə bir cəza. Əgər Məhəmməd Peyğəmbər bilsəydi ki, cəhənnəm var həqiqətən, heç vaxt deməzdi ki, oğurluğa görə əllər kəsilsin. Başa düşürsən? Yox, ağırlığa görə əllərin kəsilməsi reali, yəni insanların əlinin buradan kəsilməsi. O əlləri kəsilsin, yəni mənası budur ki, o insanın oğurluq etməsi üçün onun qarşısı kəsilsin. Yəni elə bir maniyə qoyulsun ki, oğurluq edə bilməsin. Bir dəqiqə başqa cəza tətbiqi yoxdur. Bir dəqiqə bağışla, tutalım Adil, bir dəqiqə qulaq as. Bayaqları o bir qardaşa verdiyim cavabı sənə də verirəm.
Bugün bax məsəl üçün konstitusiyamız var, Azərbaycanda yaşayır. Məsələn Amerikadasan, oranın özünə məxsus konstitusiyası var da, düz? Bəli. Qeyd olunur ki, birində bıçaq soxub öldürsən cəzan budur da, düzdür? Sənə demir ki, get o öldür. Bəli. Düz? Sənə qayda qoyur. Bugün məsəl üçün Qurani-Kərim bizə bir qayda qoyursa, əziz qardaşım, elə deyirsiniz ki, belə biraz xətir edəməsən, papraskı deyirəm sən, biraz islamofob kimi yanaşırsınız. Bugün deyir, məsələn deyirsən, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm demək, əgər belə bir necə deyim, qayda qoymamalıydı da, əllər kəsilsin. Qardaşım, bu günləri belə deyək, mənə konstitusiya deyirsə ki, soxub öldürsən, gedəsə, oğurluq eləsən, məsələn, dələduzluq eləsən 178.1, 178.2, 3, 4, 7-də ay sağ ol. Başa düşdüm. Mənə demir ki, get bunu elə, deyir, eləsən. Eynən də qardaş, o dövrün də zamanəsində... Konstitusiya bunu hansı məntiqdən eləyir? Ay Zavur. Ay qardaşım, Konstitusiya məntiqdən edir ki, insan əgər bu dünyada haqsızlıq edir, kimə qarşısa, kiməsə qarşı, bunun cəzasını bu dünyada çəkməlidir. İstər istəməz. O təciz olunmalıdır обществоdan. O insan cəzasını çəkib düzəlib çıxmalıdır. Fərqi yoxdur da. Ya da ki, ola bilsin qısa xırda bir şey. Məsələn, oğurluq eləyəsən, çanta oğurlayəsən, sənə pul cəzası kəsərlər, onu verib çıxasan. Amma konstitusiya bilsəydi ki, bir saniyədə sən deyəndə mən susuram ya baba. Vallahi qoymadım, ne sözümü deyim, ədalətsizlik elədim incimə. Denən, yenə də buyur qaqam. Sən deyəni başa düşdüm axı, sən konstitusiya başa varsa... düşmədin. Çünki sənə mən izah eləmək istəyirdim. Eynən, 2000 adamda yaxın adam. Bu nasıl, mən nə demək istəyirəm? Bax, oradakı o yəd keçən kəlmə, əl keçən kəlmə. Ərəbin dilçiliyinə gir, həmin sözə bax və ərəbdən onun mənasını araşdır. Bu əlin ovucu var ha, ovuc. Ovucdan da aşağı mənanı verir, həmin məna. Ərəbcədən ona gələn. Parmaqların 4 barmağı. Qardaşım, sən deyirsən statistikada da öyle söhbət. Vallahi qoymursan, ne sözünü deyim. Bir dəqiqə icazə Söhbət statistikadan getmir də qardaşım. Fərqi yoxdur, əl kəsilməkdə şallağı deyək, nə bilim daşlamanın deyək, fərqi yoxdur. Necə istəyirsən? Tamam, o sən zaman demək ki, İslam dinində, ay qardaşım, dəlil şəriət bir saniyə. Sən deyirsən ki, şəriətdə olsun, İslam dinində olsun, Quranda deyirsən olsun, fərqi yoxdur. Cəza sistemi var bu dünyada yoxsa yox? Fərqi yoxdur. Əl kəsilir, ayaq kəsilir, daş vururlar, çallaq vururlar, türməyə salırlar. Ay sağ ol. Bunlar Allah'ın cəzasını bilə-bilə bu dünyada insana niyə cəza verirlər onda? Allah'ın sınağına saxlasınlar da. Kim cəza verir? Sən bu dünyada qardaş qayda qoyur. Bugünkü gündə o əli ilə Zverə də deyirəm ki, siz oturmusunuz, Allah'tan danışırsınız və Allah'ın tərəfində durursunuz. Deyirsiniz ki, Allah belə Allah elə. Siz deyirsiniz ki, yəni Allah o qədər acizdir ki, istəsə Çeviçin cəzasını verəməz bu dəqiqə, yerində iflic eləyə bilməz onu, istəsə edər. Deməli, bu bir sınaqdır bəlkə. Allah'a inanırsansa bunu deməlisən. Yəni buna sən bu sınaq kimi baxmalısan, ya sən buna baxmalısan sınaq kimi, ya sən buna baxmalısan, nə bilim, şeytan əməli kimi, ya da Allah'ın bir məsləhəti var kimi baxmalısan. Allah uzaq eləsin, sizin dilinizlə deyim. Balabıza bir şey olsa, demirsiniz ki, Allah'ın məsləhəti bu imiş, bəlkə bu mənim üçün sınaqdır, demirsiniz, müsəlmanlar. Deyirsiniz. Mən qardaşım Çeviçin mövcudluğuna üzr istəyirəm. Çeviç var. Mən ona nə imtahan, nə sınaq, nə də hikmət kimi baxıram. Mən ona sadəcə Allah'ın xüsusi cahil insanı təqdir edib ki, aqil insanlar cahili görüb aqilliyi ilə cahilliyi ayırt eləyə bilsinlər. Mən sadəcə buna baxıram. Yəni mən baxıram ki, nə yaxşı ki Çeviç var ki, mən ona baxıb şükür eləyirəm. Şükür eləyirəm ki, ay Allah, nə yaxşı mənim ağlım başım yerindədir. Aydın? Sənin ağlın başın sənə görə yerində. Ona görə də o feylə fikirləşir. Sənin tam tərsini fikirləşir. Ən azından mən Allaha şükür eləyirəm. O onu fikirləşib kimə şükür eləyir? Gəl mütləq ki, kiməsə şükür eləyəsən. O zaman başım maddəyə şükür eləyə bilər. Heç kimdən asılı olmamağımızın da səbəbi budur da. Bugünkü gündə mən ateistəm və heç kimdən asılı deyiləm. Sən mi bir daha sor? Seviş tutulanda ateistlərin neçəsi ona dedi Allah qapını açsın, amma dürüst olaq. Nə bilim, mən deməmişəm elə bir şey. Şəxsən mən ona yaxın komment oxudum. Mən dedim ki, tutulmağına sevinmədim, amma Çeviç üçün sevindim ki, Çeviçin bir dəqiqə vaxtı olar ki, oturub biraz həyatını fikirləşər. Düşünər. Özünə vaxtı edir. Və gördüm ki, həqiqətən də düşündü və geri dönündə artıq radikallıqdan biraz əl çəkdi, daha düzgün yolla gedir və bu dəqiqə bu sayını yenə də onu dəstəkləməyə başlamışam və yenə dəstəkləyirəm. Heç bir də pis sözün haqqında demərəm. Səhv olanda dostum da olsa, qardaşım da olsa üzünə görə deyən adamam mən. Adil, mən heç kimin haqqında pis demirəm, mənim ümumiyyətlə o məsələyə adiyyətim yoxdur. Amma sadəcə kənar bir şəxs kimi rəy bildirirəm ki,
Çevik ümumiyyətlə Çevik bu bir söhbət var idi. Bu yayında keçən səfər də dedilər onu ki, dinsizin qarşısında imansız duranda dinsiz nə eləcəyini Başqa yaraşları var deməksən. Hə, əksin fikirləşsən. Əksini fikirləşmirəm. Sadəcə söhbət ondan gedir ki, orada yəni heç bir ilahi qüvvə söhbəti yoxdur. Heç bir finansирование yoxdur. Mən düşünmürəm ilahi qüvvədir. Kimdənsə pul alıbdır, Əli belə söhbətlər eləyir. Mən Əlini yanındayam, görürəm də. Bunu mənə də deyirlər ki, kimdənsə pul alıb danışıram. Sənə də bəlkə deyirlər kimdənsə pul alıb danışırsan. Hələnin öz düşüncəsi var, öz düşüncəsində yaşasın. Məsələn, aşağıda bu dəqiqə mən baxıram ki, nə qədər deyib gülən, yaxşı insanlar da var. O qədər də anasını, bacısını mən yadıma salmaq istəyənlər var ki, yadıma salmıram, susuram səhətən. Pul nədir deyirəm, bir həftədir bura hədəf qoymuşam 15.000 jetonluq. Atan yoxdur. Pul alsaydım hədəf atardılar çoxdan. Qardaş, ən gözəl pulu müsəlmanlardan din yolu ilə almaq olur. Sən o eləyənmirsənsə, deməsən fərsizsən. Nəyəsə səhv edirsən. Hadi mən dinləyirsən, sən bir dənə bir şey deyim. Hadi. Nəzik su qoyun yerinə ki, nə qədər yığarsan, buyur. Dinləyirsən mən? Bugün məsəl üçün inancımıza əsasən Allah bizə deyir ki, inancımız nədir? İslamda milliyyət yoxdur da, qul anlayışı var ki, məsələn, biz Allah bizi yaradıb, sınaq dünyasındayıq və bu baxır, hər kəs öz sınağını bir qaydada keçəcəkdir. Bu bizim inancımızdır və inancımızda milliyyət anlayışı yoxdur da. Çox İslam dinindən anlayışım var da, düz qardaşım? Var. Bugün bunu bilə-bilə, məsəl üçün, İslamda milliyyətçilik yoxdur. İnanc anlayışı və rəhim Allah, rəhmət Allah dediyimiz. Məsələn, biz Allahı ilk öncə Allahın qəzəbi sifətləri ilə yox, rəhim sifətləri ilə tanıyırıq. Müsəlman, inanclı olaraq. Demək istədiyim, bugün məsəl üçün bir insan bunu dərk edirsə ki, qarşı tərəfin inancına görə İslamda milliyyətçilik yoxdur və müminin qardaşıdır, ayəti varsa, belə bir halda gətirib erməni müsəlman olsa, tövbə etsə, Allahı qəbul etsə, Allaha sığınsa, sən onu qardaş görərsən, sualını manipulyasiya kimi yaradıb bir insana problem yaratmaq, mən qardaş ehtiyat edirəm elə şeylərdən. Başa düşürlər. Ateistlərə də manipulativ suallar verilir. Söhbət bir istədən gedir. Haqsızlıq dedim, bir yaxlam, yadında dedim haqsızlıq, Allahın haqsızlıqları. Məsələn, onlardan biri elə keçmişdə olan insanlara olunan haqsızlıqdır. Onlar məsələn, bu sizin dediyiniz gözəl dini dadmadan getdilər bu dünyadan. Okey. İkincisi, körpə uşaqlar doğulub ölənlər avtomatik cənnətə gedirsə, bu mənə qarşı olan ən böyük haqsızlıqdır. Niyə? Çünki mən bu dünyaya gəlmişəm, bugünkü gündə bu zülmü çəkirəm və əziyyətlə bilmirəm cəhənnəmə gedəcəm, cənnətə gedəcəm. Hələ burada demək olar ki, 70% cəhənnəmdə kimi yaşamışam həyatımın. Bugünkü gündə biraz gün görmüşəm, yenə də işləyirəm, əziyyət çəkirəm, uşaqlarımı böyüdürəm, bilmirəm, ateistəm, Allaha inanmıram, cəhənnəmə getmək təhlükəm var falan filan. Amma hansısa bir mənim kimi insan anasının qarnından doğulanda necəsə həkim səhvi ilə ölübsə cənnətə gedir. Hardadır bu haqlılıq? Okey, əgər belə bir şey varsa, bu bir bəq varsa, o düzgün düşüncə ki, mən sabahlarım 20 dənə uşaq eləyim, doğulan kimi 20-sini də öldürüm, göndərim cənnətə 20 nəfəri. Abi, biz Zəynəb debat eləmirik. Sözünü bitirim, cavab ver. Cavab ver. Tövbə eləyib, içlərimi kitdim, cənnətə gedəcəm mən də onlardan bir yerdə, yoxsa yox. Adilcə qərar verək. Biz debat elədik yoxsa yox? Yox, mən sadəcə sual verirəm, cavab almaq istəyirəm. Sən də suala bax, düzgün cavablar ver, point qazan. Mən ancaq... Oturmayın, mələk yazır orada. Mən mələk məzələnsən, 1800 nəfər var burada. Pointi qazanmaq üçün çox şey var da, yəni şansım var. Yəni, nəyi deməyə çalışıram sənə? Demək istədiyim budur ki, Adil, gəl ya debat eləyək səndən. Çünki sən ateistsən və maraqlı suallarım var. Mənim də sənə vermək istədiyim suallar var. Çünki debat budur ki, mən də sənə sual verəm. Sən debat eləməyək deyib, amma sual verirsən. Bu da... bu neydi o qaqa? Bu musiqili hədiyyə gəldi sənə. Oy, təşəkkür. Görsən maliyyələşdirirlər məni. Ham pula görürəm ha bundan. Sənə həqiqətən deyirəm, arxaya bir dənə şəkil qoy, nəzir kutusu yaz, gör nə qədər gələcək. Yəni, biz belə öyrətmişik. Başqa cür alır mı? Yaxşı, onu canlılara qoşulandı ateist. Bu qaqaş məsəl üçün əvvəl əhlüsünnə olub, sonra şiə olub. Bugün ateist və adam özünə ateist nə üçün deyir?
yenə inancıma əsasən deyirəm, Allah anasına şəfa versin. Anası uzun müddətdir ki, səhhətində problem var, xəstə yatır. Bu adamın ateist olma səbəbi budur ki, deyir ki, mən illərlə Allaha dua etdim ki, anam sağ olsun, anam Sən sağ ana olsun. deyirsən, qardaşım. Yəni də qısacası indi bax bu düşüncədə olan adam, mən onun o düşüncəsinə görə sadəcə ona deyə bilərəm ki, Sən deməli, kimsə anasının sağalmağına görə müsəlman olub, kimsə anasının xəstələndiyinə görə ateist olur. Bu məntiqsizdir. Təbii ki, məntiqsizdir. İkisi də məntiqsizdir. Adil, bir dənə sual verə bilərəm. Amma səhərdən fırladınız, bir dənə sualıma cavab vermədiniz. Hara fırladınız, ora fırladınız, bura fırladınız. Mən dediyim suala cavab vermədiniz. Öpürəm sizin ikinizi də. Buyur, ver, Müntəzir, ürən istəyən sual ver. Hardan versən, ver. Debat eləyək. Müntəzir, mənlə debat eləməkdə uduzcaqsan, bilsən niyə? Bilmədiyimə yox deyəcəm, buyur. Deyir bilmədiyimə yox deyəcəm. Ateizmin etimologiyası nədir? Bilmirəm, yox. Belə 10 dənə suala cavab... İndi mənim növbəmdir, mən sualıma cavab ver, xərc edirəm. Buyur. Verdim də, biraz sualı verdim, imkan verməzsə kəsdiniz yarıya da. Mən dedim ki, niyə mənə qarşı haqsızlıq olub? Bir uşaq doğulanda demişdim. O, ikinci sualımda, onun tabafqası sualda odur ki, mən sabahlarım 20 dənə uşaq dünyaya gələn kimi 20'sini də öldürüb, öz uşaqlarımdan söhbət gedir. Doğulan kimi öldürüb, onları cənnətə yola salmış olasıyam, yoxsa yox. Bir atanın, ananın ən böyük arzusu nədir? Uşaqları cənnətdə olsun gələcəkdir. Düzdür, yaxşı olsun həyatları. Mən də bir ata kimi 20 dənə uşağımın 20'sini də öldürüb göndərirəm cənnətə. Birinci missiyamı yerinə yetirəm. İkinci, sonradan tövbə eləyirəm. Yığdığım pulla da 2 dənə meçid tikirəm, yardım eləyirəm kasıblara. Ondan sonra da ha vaxtı çatır, özüm ölürəm, türmədə yata-yata. Ondan sonra özüm də cənnətə mi getmiş oluram, yoxsa yenə cəhənnəmə getmiş oluram? Cavab budur ki, öldürdüyün uşaqlar cənnətə getmir. Sən də tövbə eləyəndən sonra bağışlanmış olmursan. Niyə? Çünki bunu öncədən planlaşdırmışdın. Sən Allahla məzələnə bilmərsən. Elə bir bug'ın tapmışam kimi davrana bilmərsən. Belə bir qanun yoxdur, bu bir. İkinci növbədə gəlirəm birinci məsələyə. Mənə qarşı niyə ədalətsizlik olunur? Əvvəla bütün bəşəriyyəti Allah Əzzə və Cəl yaratdıqda adilin üzərində yaratmayıb və ya ümumiyyətlə sənin yox, mənim üzərimdə də yaratmayıb. Ümumiyyətlə din fərdlər üzərində deyil, din cəmiyyət üzərindədir. Yəni toplumun ümumi, misal üçün sual verirlər ki, zəlzələdə ölən 10 nəfər uşaq niyə öldü? Ədalətsizlikdir. Əslində deyil. Zəlzələ olmasa yer planetimiz nəfəs ala bilməz. Canlılar yaşamaz, bütün canlılar məhv olar. 10 uşaq ölməsin deyə bütün bəşəriyyət mi ölməlidir? Sual verə bilərsən ki, ümumiyyətlə bunun alternativində mümkün dünyaların ən yaxşısı niyə yoxdur? Mən də cavab verərəm ki, bəli, cavab budur ki, mümkün dünyaların ən yaxşısı var. O da cənnətdir. Allah bu dünyada bizə zaten ideal, perspektivli, ən gözəl həyat yaşayasınız deməyib ki. Quranın heç bir yerində demir ki, bu dünya ədalət, şaşmaz ədalət tərəzisi, nə bilim o bu. Zaten bizim yaşadığımız bu dünyada problemlər ola bilər, sorunlar ola bilər. Niyə ola bilər? Çünki bizim iradəmiz var, qərarlarımız və seçimlərimiz var. Heç bir müdaxilə olmadan. Necə ki, iradənlə seçim edib ateist olmuşsan, seçim edib müsəlman olmuşam. Köhnənin ateist olaraq, köhnənin müsəlman olaraq. Ən azından əvvəl müsəlman olduğumu düşünürəm. Əlqərəz məsələyə... yəni müsəlman olmuşsan da. Məsələni cəmləşdirdikdə görürük ki, insanların iradəsi ilə seçimlər edə bilər. Eynən də məsələn sən bir insanı öldürə bilərsən, mən səni öldürə bilərəm. Pisliklər, biri atom bombası düzəldər, nə bilim biri Epsteinə xidmət eləyər və s. Yəni bu kimi şeyləri biz cəm elədikdə adil. Görürük ki, insanların seçimləri və qərarları olduğuna görə Allah zaten bu dünyada ideallığı təqdim etməyib ki bizə. İdeal olan cənnətdədir. Bizim iradəmizlə edəcəyimiz seçimlərin təcəssümü cənnət və ya cəhənnəm olacaq. Sənin yaşadığın bu dünya, demirsən, bax, ədalət, misal üçün, misal deyirəm ha, raket düşür bir dənə körpü uşağın başına, uşaq ölür. Sual verirsən, bu uşaq niyə ölür? Yanaraq ölür uşaq. Allah, indi ən belə şiddətlisini deyirəm də. O uşaq qışqırır, ah naləsin Allaha yalvarır. Sual verirsiniz ki, niyə kömək eləmir? Cavab budur ki, bax, əgər din yoxdursa, əgər cənnət, cəhənnəm yoxdursa, yenə də o uşaq ölür, yenə də zülüm görür, yenə də o uşağın qışqırtısı kainatın boşluğunda yayılıb sadəcə heçlik olub gedir. Amma mən alternativində deyirəm ki, bax, biri var kainat boşluğunda yayılıb getsin, biri də var ki,
ölür. Ondan sonra ona Allah Əzzə və Cəll cənnətlə müjdələyir. Əlavə olaraq o uşağa zülm edən o zalimlar ki var, bu dünyada din yoxdursa onlara cəza yoxdur, amma din var deyə cəhənnəmdə onlara cəza var. Aydın? Geçer danış qulaq asıram mən. Sən söz Dur. Bu qədər abi. Əgər bir insan sual verir, cavabı onu qane etmirsə və onunla dalaşırsa, o qoyunluqdur. Mən o qoyunlardan deyiləm. Sən sualı və cavab verdin, amma mən cavabı qəbul etməyə bilərəm. Niyə? Çünki Sorun o yox. suallarda, cavablarda mən boşluqlar görürəm. Birinci növbədə deyirsən ki, 20 uşaq cənnətə getməyəsin, çünki mən onu planlaşdırmışam. O 20 dənə insanın haqqına girmiş olur Allah, yoxsa olmur? Olmur qardaş. Çünki bu iradəvi bir qərarlar var. Bax, sən Allahı mənim sənə qulaq asıb məsələlər üzərində iş icra etdiyim kimi düşünürsən. Allah hansısa krestoda oturub, filan şey baş verdi, bunu gedin belə eləyin, onu belə eləyin, bunu belə eləyin. Belə bir şey deyil qardaşım bu. Allah Əzzə və Cəll müəyyən bir qanun uyğunluq, sabit bir qanun uyğunluğu qoyub. Nədir o? İnsanlar doğulur, yaşayır, ölür və ya seçimlərə nur və ya seçimlərə məruz qalıb ölürlər. Hə, əgər o uşaqlar iradə, düşüncə, təfəkkür sahibi olmadığı təqdirdə bir şəxsin verdiyi yanlış qərarların nəticəsində öləcəksə, hər bir halda öldüyü üçün Allah onu cənnət verəcək. Niyə? Çünki Adil artıq o ölüb. Bax, ölüb. Deməli, mən deyənə gəldikdə, Müntəzir, mən deyənə gəl, deməli, mən qısa yolla uşaqları cənnətə yenə də göndərə bilirəm. Hə, amma məsələ burada bir neçə məsələ var da. Aşağıda tetatet var ya, 28-ci level, sən özünə hörmət elə. Bax, girərəm səhifəvə, şəşlivi taparam, qoyaram statusu var, ana bu, bacı bu, var yox və hər şeyi bir söyərəm. Qalarsan içində bə, oğlumdur, nəyində, mənlə olan bəsdir də. 10 dəfə yazdım, bir dənə də moderator gözləyirdim. Bir də qulaq as, gözləyirdim Müntəzir sözün qutarsın. Bir 7 nəfəri mən səssiz atdım minimal. Bax, sənin bir dənə bir söz deyirəm ki, Adil. O fake'lər baxıram spesialində səhifələrinə 001 falan belə səhifələrdir. And ol Allaha ki, yəni o sən burada nə bizə hörmətsizlik eləmirsən, nə dinimizə. Sən təhqir edən birinci fake'ləri deyirəm. And ol Allaha ki, and içərəm ki, bunların dindən, yəni şərəfi yoxdur. Bax belə də deyirəm. Ona görə sərdən dəymirəm də. Pozitiv bir kəlmə dedim. Bunu yəni ki, dinə görə səni söyən pox yer nəsl əcabəti ilə. Bax, buradan deyirəm. Dinə görə səni söyən pox yer nəsl əcabəti ilə. Qaldı ki, digərlərinə deyirəm. Məsəl üçün, o indi kimə irad bildirdim. Qardaş, Allah Rəsulu bizə nümunədir. Bizə İslam dinini tanıdıb ki, belə deyək. Ən birinci nəyi tanıdır? Əxlaqı. Əxlaqımız olmalıdır. Allah Rəsuluna gəlib sual verəndə bir inançsız, bir müşrik, bir kafir, Allah Rəsul ona təhqir eləməyib. Qardaş, başınıza dönmüşsün. Başa düşürlər ki, onlar söyləyəndə nə müsəlmanlar olaraq hörmət eləmir, nə ateistlər, nə heç kimsə. Moderatorlar, əgər mən burada söymirəmsə, təhqir etmirəmsə, normal sual verib, normal cavabı qulaq asıramsa, sizin haqqınız yoxdur məni söyləməyə. Ha, bax, mən sizin dinimizi, peyğəmbərimizi tənqidi təhqir etsəm hətta. Adicə adam bir dənə mala kitabı dedi, mən onu yanlış anladım. Elə bildim, məsələn, bizim iman gətirdiyimiz kitablar deyil. Özü vurğuladı ki, mən səmavi kitablarımızı demirəm, digər kitablarımızı. Qardaşlar, nəyincə Adili, ümumiyyətlə, müsəlmanları, ateistləri, nə bilim, inancı fərqi yoxdur. Aşağıda söyüş gördünüz, ümumiyyətlə, atın səssizə. Bizim canlı yayımımız elə bir yayımdır ki, insanlar evində, ailəsinin yanında, anasının, bacısının, yoldaşının, qardaşının, nənəsinin, bibisinin yanında oturub qulaq asır. Camaat oxuyur yazılanları. Çox xahiş edirəm, söyüş söyməyin. Kim ki burada söyüş söyürsə, bilsin ki, yayımdakı bütün kişilər onun kürəkənidir. Yox, kürəkənin kimisə ailəsinin işimiz olmasın. Bir dənə bir şey bilin ki, Kürəkəndə qardaşım. Müntəzirə hörmət edib, Müntəzirin xətrini istəyib gəlirsinizsə, Müntəzirin qonağını təhqir eləməklə valla Müntəzirə hörmət istəyirsiniz. Eləməyin belə şeylər. Həndə yəni sən buna söyüş yazmaqla Müntəzirin gözündə mən düşən deyil, ya da Müntəziri mənim gözümdə düşən deyil. Mənim ona hörmətim var, bilmirəm, onun da mənə hörməti varsa, özü bilə can sağ olsun. 100%. Bu qədər basit. Əsas mənim fikrim odur ki, mən istəyirəm ki, mən də haqq ədaləti tapım. Əgər siz deyən düzdürsə, niyə mən yanlış yolda olum? Əgər mən deyən düzdürsə, siz niyə yanlış yolda olasınız? Mən istəyirəm ki, mən də haqq ədaləti tapım. Əgər siz deyən düzdürsə, niyə mən yanlış yolda olum? Əgər mən deyən düzdürsə, siz niyə yanlış yolda olasınız? Mən istəyirəm ki, mən də haqq ədaləti tapım. Əgər siz deyən düzdürsə, siz niyə yanlış yolda olasınız?
Və mən ola bilər ki, nəyisə az oxumuşam Müntəzirdən. Ola bilərsə hardasa elmim çevikdən də Müntəzirdən. Öl, bax sən öl, özüm ölüm, sən öl, özüm ölüm. Sən Çevikdən çox bilirsən. Davam elə. Yəni mən istəyərdim ki, mən də düzgün yol tapım. Amma mənim fikrimcə hələ ki düzgün yol tapamıram. Çünki mən suallarıma cavab tapamıram. Suallarıma heç kim cavab verə bilmir. Mən istədiyim cavabı götürəmirəm. Hər kəs istəyir ki, öz istədiyini eşitsin. Mən bu dəqiqə sizin istədiyinizi desəm, siz də məni sevərsiniz. Bu dəqiqə deyim, ha, Allah var, mən müsəlmanam, mən də çevrildim. Hamımız deyək, xoş gəldin. Amma sizdən sözdüyüm zaman xəbəriniz yoxdur ki, mən müsəlman olduğum vaxtda mənim yoldaşım Rusiyadandır. Udmurtiyadandır. Mən yoldaşımı müsəlman elədim, soramdan kəbin kəsdirdim. Ondan sonra biz nikaha girdik məsciddə. Soramlarım, yoldaşımın balaca bacısı Katyanı müsəlman elədim. Sonra yoldaşımın padruqası Natashanı müsəlman adlar da seçdilər. Məryəm, Fatimə, yoldaşım Tata adını seçdi kitabdan, adı Tatyana olduğuna görə. Mənim 3 uşağım var, 3 də sünnət olunub. Onları da mən hər yatanda biz kəlmə şəhadəti deməmiş yatmırdıq ki, yuxuda ölə bilərik, qoy kəlmə şəhadəti gedək. Elə fikirdəydim də sünni fikrindən gedirdim. Uşaqlar deyir hələ də kəlmə şəhadət. Xeyr, ucu demirlər. Yəni ondan başqa bir dostum var, Rus dostum. Onu da apardım məscidə, o da qəbul edildiyini. Siz nə qarmısınız müsəlmançılıq üçün? Heç bir şey eləməm. Siz yalnız burada mənə söyləyə bilərsiniz. Amma sonradan mən oturdum, biraz araşdırdım, biraz oxudum, biraz suallarıma cavab tapmadığıma görə gəldim oldum ateist. Bu qədər basit. Və hələ də o suallarıma cavab tapmıram. Bəlkə sabah bir gün taparam. Mən də müntəzir kimi gedərəm. Bütün kitabları oxuyaram. Mən də İslamı qəbul edirəm. Gələrəm canlı açaram. Siz də bəzilərinizdən söhbət. Qoyun kütləsimi gəlib aşağıdan mənə də deyər. Sən adır, sən adır. Amma bilməzsiniz ki, məndən yollar keçmişsiniz. Mən şəxsən səni sevmədim. Çünki sən inansız olduğun halda belə Yezdə lənət oxumadın ona görə. Nə Adil, mən xətrimə Allah Yezdə lənət eləsin dinəndə. Allah varsa Yezdə lənət eləsin. Tək Yezdə yox. Bütün əzazil, bütün alçaq insanlara, zalimlar, başda durub insanların haqqını yeyənlər hamısına lənət eləsin. Varsa, elə istəyərəm olsun Allah, elə istəyərəm olsun cəhənnəm ki, onlar həqiqətən yansınlar. Fikir yoxdur, mən də yanım, amma onlarla bir yerdə yanım. Adil, bu qardaş bayaqdan gözləyir. Heç də, mən sağollaşım sizdən, özlə yaxşı baxın uşaqlar. Kimin də xəttinə dəydim, bağışlasın, üzürlü sayın.